Hər birinizi xoş gördük, dəyərli kanal izləyiciləri və əziz abituriyentlər. Yeni riyaziyyat 2025 ikinci hissə test toplusundan izahlarımız davam edir. Bugünkü mövzumuz funksiyaların törəməsi mövzusu olacaq. İzaha keçməzdən əvvəl sizə bir məlumatı çatdırım ki, buraxılış imtahanından sonra bizim blok imtahanına hazırlıq qruplarımız açılacaq. Dərslərlə bağlı ətraflı məlumat almaq üçün aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq bir nömrəli çalışma ilə. Deməli, birinci sualda bizə fx funksiyasının 6 kotangens 3x funksiyası olduğu verilib və fx funksiyasının törəməsini tapmalıyıq. Deməli, fx funksiyamız fx bərabərdir 6 kotangens 3x. Bizdən f törəmə x istəyir. F törəmə x. Bərabər olacaq. Yazacağım 6 kotangens 3x-in törəməsi. 6-nı sabit ədəd kimi mötərizə xaricinə çıxarsam olacaq 6 vurulsun kotangens 3x-in törəməsi. Kotangens x-in törəməsi bilirik ki, mənfi 1 bölünsün sinus kvadrat x-dir. Ona görə yazacağım 6 vurulsun kotangens x-in törəməsinin yerinə kotangens 3x-in törəməsinin yerinə yazacağım 1 mənfi 1 bölünsün sinus kvadratı 3x. Mürəkkəb funksiya olduğuna görə vurmalıyıq bunu 3x-in də törəməsinə. Vurulsun 3x-in törəməsi. Bu da bərabər olacaq. 3x-in törəməsi, x-ə görə törəməsi 3 verir. 6 da bölünür 18 vurulsun mənfi 1 bölünsün sinus kvadratı 3x. Doğru cavabımız olur mənfi 18 bölünsün sinus kvadratı 3x. Birinci sualda doğru cavabımız olacaq Y variantı. Birinci sualda doğru cavab Y variantı. Növbəti ikinci suala baxaq. Fx funksiyası bu dəfə bizə 2 tangens 6x funksiyasıdır verilib və bu funksiyanın törəməsini tapmalıyıq. Deməli yazaq. Sual 2. Fx funksiyası verilib bizə 2 tangens 6x. F törəmə x tapmalıyıq. F törəmə x bərabər olacaq 2 tangens 6x-in törəməsi. Və bu da bərabər olacaq 2-ni sabit ədəd kimi mötərizə xaricinə çıxarsam 2 vurulsun tangens 6x-in törəməsi olacaq. Bu da bərabər olur 2 vurulsun tangens x-in törəməsi bilirik ki 1 bölünsün kosinus kvadrat x-dir. Yəni mən tangens 6x-in yerinə törəməsinin yerinə 1 bölünsün kosinus kvadratı 6x yazacağım. Mürəkkəb funksiya olduğuna görə bir dənə də vurulsun mürəkkəb edən hissənin törəməsi, yəni 6x-in törəməsi. 6x-in x-ə görə törəməsi 6 edir. 2 dəfə 6 12 bölünsün kosinus kvadratı 6x olur doğru cavab. Deməli, ikinci sualda doğru cavabımız A variantıdır. Növbəti üçüncü suala baxaq. Deməli, yazılıb ki, üçüncü funksiyada y bərabərdir. Y bərabərdir 2 ln x üzərinə gəlinsin x kubu funksiyasının törəməsini tapın. Uşaqlar, bu cəm funksiyasıdır. Cəm funksiyasının törəməsi törəmələr cəmi kimi baxılır. Yəni, 2 ln x üzərinə gəlinsin x kubunun törəməsi bərabər olacaq 2 ln x-in törəməsi üzərinə gəlinsin x kubunun törəməsi. Bu da bərabər olacaq. Birinci mötərizədəki ifadənin törəməsini almaqdan ötürü 2-ni sabit ədəd kimi mötərizə xaricinə çıxarsam, ln x-in törəməsi 1 bölünsün x-dir. Üzərinə gəlinsin x kubunun törəməsi isə olacaq, buradakı qüvvət gələcək qarşıya 3x-in kvadratı. Bu da olur 2 bölünsün x, üzərinə gəlinsin 3x-in kvadratı. Üçüncü sualda doğru cavabımız olur B variantı. Növbəti dördüncü suala baxaq. Deməli, y bərabərdir 5x minus 8 vurulsun 5x plus 8 funksiyasının törəməsini tapmalıyıq bu dəfə. Mən onu vurub atsam uşaqlar, görürəm ki, o müxtəsər vurma düsturuna görə a kvadratı çıxılsın b kvadratın açılışıdır. Yəni 5x minus 8 vurulsun 5x plus 8 ifadəsinin yerinə 25x kvadratı çıxılsın 8-in kvadratı. Yəni 64 yaza bilərəm. İndi bunun törəməsini tapsam, y törəmə bərabər olacaq 25 x kvadratı çıxılsın 64-ün x-ə görə törəməsi. Yenə buna fərqin törəməsi ilə törəmələr fərqi kimi baxılacaq. 25x kvadratın törəməsi 50x eləyir. Mənfi 64-ün də x-ə görə törəməsi, sabitin törəməsi 0 eləyir. Doğru cavab olur 50xc variantı. 4-də doğru cavabımız C variantı olacaq. Növbəti 5-ci suala baxaq. Y bərabərdir x üstü 6 üzərinə gəlinsin 2x çıxılsın 3. Funksiyasının törəməsini tapın. Y törəmə bərabər olacaq. X üstü 6 üstə gəl 2x çıxılsın 3. Burada hər bir toplananın x-ə görə
Ayrı-ayrılıqda törəmələrini tapmalıyıq. X üstü 6-nın x-ə görə törəməsi olacaq 6x üstü 5. Üzərinə gəlinsin 2x-in x-ə görə törəməsi 2 və sabitin də törəməsi 0 eləyir. Olur 6x üstü 5 üzərinə gəlinsin 2. 5-ci sualda doğru cavabımız B variantı olacaq. 6-cı suala baxaq. Bizə fx funksiyası verilib. Bu funksiya üçün f törəmə 0-ı tapmalıyıq. Yəni əvvəlcə verilmiş funksiyanın törəməsini tapmalıyıq. Daha sonra törəməsini tapdığımız funksiyada x-in yerinə 0-ı qoyub hesablamalıyıq. Fx funksiyası 2-də 1x kvadratı üzərinə gəlinsin 2x üzərinə gəlinsin 1-dir. F törəmə x-i tapsam olacaq 2-də 1x kvadratının x-ə görə törəməsi. 2 gəlir əvvəli 2-də 1 2-yə vururuq olur x üzərinə gəlinsin 2. F törəmə 0-ı bizdən istədiyinə görə f törəmə x funksiyasında x-in yerinə 0 qoyacağım. 0 üzərinə gəlinsin 2. Doğru cavabımız olur 2. 6-da E variantı olacaq doğru cavab. 7-ci sualda oxşar sualda yazmışıq. Gəlin 8-ci suala baxaq. Deməli 8-ci sualda yazılıb ki, y bərabərdir sinus x üzərinə gəlinsin kosinus x funksiyasının törəməsini tapın. Yazacağım y törəmə bərabərdir. Bunu da törəmələr cəmi kimi yazsam sinus x-in törəməsi üzərinə gəlinsin kosinus x-in törəməsi kimi yaza bilərəm. Sinus x-in törəməsi uşaqlar bizə kosinus x-i verir. Kosinus x-in törəməsi isə mənfi sinus x-i verir. Doğru cavab olur kosinus x çıxılsın sinus x. Yəni E variantı olacaq. Növbəti 9-cu suala baxaq. 9-cu sualda yazılıb ki, y bərabərdir sinus kvadrat x çıxılsın kosinus kvadrat x. Uşaqlar mən bunu nə edəcəm? Mənfini mötərizə xaricinə çıxarıb mötərizə daxilində kosinus kvadrat x çıxılsın sinus kvadrat x kimi yazacağım. Trigonometriya bölməsindən bilirik ki, əsas trigonometrik eyniliklərdən kosinus kvadrat x çıxılsın sinus kvadrat x bizə kosinus 2x verir. Yəni mənfi kosinus 2x bərabərdir bu funksiya. Yəni bunun törəməsini tapsam mənfi kosinus 2x-in törəməsi bir də vurulsun nə olacaq? Bu bərabər olacaq. Deməli kosinus x-in törəməsi dedik ki, mənfi sinus x-də olacaq sinus 2x. Bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi, 2x-in törəməsi. O da olur nə? 2 sinus 2x. Bərabər olur bu 2 sinus 2x-ə. Deməli 9-cu sualda doğru cavabımız D variantı olur. Növbəti 10-cu suala baxaq. Deməli 10-cu sualda yazılıb ki, y bərabərdir 4-cü dərəcədən kök altında x-in kubu. Bunu mən kəsr üstü qüvvətlə əvəz eləsəm x üstü 4-də 3 olacaq. Yəni biz y-in törəməsini tapmalıyıq. X üstü 4-də 3-ün də törəməsi bərabər olur. 4-də 3 qarşıya gəlir. 4-də 3 vurulsun x üstü 4-də 3 çıxılsın 1. Yəni mənfi 4-də 1. Bu da bərabər olacaq. 4-də 3 vurulsun kök altında 4-cü dərəcədən x üstü mənfi 1. Bu da bərabər olur 4-də 3 vurulsun 4-cü dərəcədən kök altında 1 bölünsün x kimi bunu yaza bilərəm. Bu şəkildə yaza bilərik. Bunu indi bu şəkildə saxlaya da bilərik. Qoy qalsın belə görək hansı variant olur 10-cu sualda. Deməli 3 bölünsün. Bunu uşaqlar biraz da sadələşdirsək, necə sadələşdirirəm bunu? Deməli 3-ü mən 4-cü dərəcədən qüvvətə yüksəldib kökün altına salsa yox, ona ehtiyac yoxdur. Bunu ilə 3 bölünsün, 4 vurulsun, 4-cü dərəcədən kök altı x kimi yaza bilərik. Ona görə doğru cavabımız olur B variantı. 10-cu sualda doğru cavab B variantı olacaq. Növbəti 11-ci sualda oxşar sualdır. Baxaq 12-yə. Deməli y funksiyası bizə verilib ki, kosinus 1 bölünsün x-dir. Törəməsini tapmalıyıq. Y-in törəməsi, yəni kosinus 1 bölünsün x-in törəməsi olacaq kosinus 1 böl x-in törəməsi vurulsun onu mürəkkəb edən hissənin törəməsinə, yəni 1 bölünsün x-in törəməsinə. Kosinus 1 bölünsün x-in törəməsi mənfi sinus 1 bölünsün x eləyir. Vurulsun 1 böl x-in törəməsi isə 1 böl x-in törəməsi isə deməli eləyir mənfi 1 bölünsün x kvadrat eləyir. Mənfi 1 bölünsün x kvadrat eləyir.
Bunu vursaq, mənfilər bir-birinə dəyib müsbət olur. 1 bölünsün x kvadratını qarşıda yazsaq, 1 bölünsün x kvadratı sinus 1 bölünsün x olacaq. Doğru cavab. Yəni 12-ci sualda B variantı olacaq. Uşaqlar 1 bölünsün x-in törəməsinin nəyə görə mənfi 1 bölünsün x kvadratı olduğunda onu x üstü mənfi 1 kimi yazanda oradan alınır. Üstü funksiyanın törəməsi kimi. 13-cü sualda oxşar sualdır. Baxaq 14-cü suala. Deməli 14-cü sualda ln funksiyası loqaritmik funksiyadır. Y bərabərdir ln 2x üzərinə gəlinsin 1. Bunun törəməsini tapmalıyıq. Y törəmə bərabər olacaq. Deməli ln 2x üzərinə gəlinsin 1-in törəməsi. Ümumiyyətlə ln x funksiyasının törəməsi 1 bölünsün x olur. Yəni 1 bölünsün 2x plus 1. Bir də vurulsun onu mürəkkəb edən hissənin törəməsi. 2x plus 1-in törəməsi. 2x üstə gəl 1-in törəməsi 2 eləyir. Olur 2 bölünsün 2x üzərinə gəlinsin 1. Doğru cavab olacaq burada 14-cü sualda Y variantı. 15 də oxşar sualdır. Baxaq 16-cı sual. Deməli 16-cı sualda bizə fx funksiyası verilib və bu funksiya üçün nəyi tapmalıyıq? F törəmə mənfi 3-ü tapmalıyıq. F törəmə mənfi 3. 16. Fx funksiyası bu şəkildədir. 3-də 1 vurulsun 3x üzərinə gəlinsin 1-in kubu. Əvvəlcə gəlin bunun törəməsini tapaq. F törəmə x bərabər olacaq. 3-də 1-i sabit ədəd kimi qarşıya çıxarsam 3-də 1 vurulsun. Bu qüvvətdəki 3 də gəlir qabağa olur. 3 vurulsun 3x üzərinə gəlinsin 1-in kvadratı və bir də vurulsun 3x üstə gəl 1-in törəməsi. Yəni onu mürəkkəb edən hissənin törəməsinə də vurmalıyıq. Bu da bərabər olacaq 3-də 1 ilə 3 ixtisar olunur. Qalır 3x üzərinə gəlinsin 1-in kvadratı vurulsun 3. İndi f törəmə mənfi 3-ü artıq tapa bilərik. X-in yenə mənfi 3 qoysam, olacaq 3 vurulsun mənfi 3 üzərinə gəlinsin 1-in kvadratı vurulsun 3. Olur mənfi 9, o da bir mənfi 8-in kvadratı 64, 64-ü də 3-ə vuranda 192. 16-cı sualda doğru cavabımız 192 B variantı olacaq. 17-ci sualda oxşar sualdır. Baxaq 18-ci suala. Deməli 18-ci sualda fx funksiyası bizə verilib ki, fx bərabərdir 4 kök altında x çıxılsın 3x üzərinə gəlinsin 5. Deyir ki, f törəmə x bərabərdir 1 tənlini həll edin. Əvvəlcə gəlin bunun törəməsini tapaq. F törəmə x bərabər olacaq. 4 kök altında x-in törəməsi deməli 1 bölünsün 2 kök altında x eləyir. Uşaqlar baxın kök altı x-in törəməsini tapa bilərsiniz. Kök altı x bilirsiniz ki x üstü 2-də 1-dir. Burada 2-də 1 qarşıya gəlir. 2-də 1 vurulsun x üstü mənfi 2-də 1 eləyir. O da bu şəklə gəlib düşür. Çıxılsın 3x-in törəməsi 3 eləyir və sabitin törəməsi 0-dır. İndi bizə deyir ki f törəmə x 1-ə bərabərdir. Bunu 1-ə bərabərləşdirib həll eləyərik. Buradan olur 4 bölünsün 2 kök altında x bərabərdir 4-dür. Onda 2 kök altında x funksiyasının 1 olması lazımdır. Buradan kök altında x-imizin 2-də 1 olduğunu alırıq və x-də bərabər olur 4-də 1. Yəni 0,25. 18-də doğru cavab C variantı olacaq. 19-da oxşar sualdır. Baxaq 20-yə. Deyir ki, hansı bərabərlik doğru deyil? A variantında yazılıb ki, sinus x-in törəməsi kosinus x-i doğrudur. B variantında yazılıb ki, 3x üstü x-in törəməsi 3 üstü x vurulsun ln 3-dür. Bu da doğrudur. C variantında yazılıb ki, kotangens x-in törəməsi 1 bölünsün sinus kvadrat x-i. Bu yanlışdır. Mənfi 1 bölünsün sinus kvadrat x olmalıdır. D variantına baxsaq, loqaritm 3 əsasən x-in törəməsi 1 bölünsün x vurulsun ln 3-dür. Bu da doğrudur. E variantına baxsaq, tangens x-in törəməsi 1 bölünsün kosinus kvadrat x-i. Bu da doğrudur. 20-də doğru cavab C variantı olur. 21-də də doğru olmayan burada A variantı olacaq. Çünki tangens x-in törəməsi müsbət 1 bölünsün kosinus kvadrat x-ə bərabər olur. 22-ci suala baxaq. Deməli uşaqlar 22-ci sualda bizə yenə fx funksiyasının törəməsini tapmaq tələb olunur. Mən birbaşa yazacağam. F törəmə x bərabər olacaq. Törəmələr cəmi kimi baxacağam. 4x kubunun törəməsi eləyir 12x-in kvadratı. Kosinus x-in törəməsi eləyir mənfi sinus x. Mənfi 5-in də törəməsi 0 eləyir. Doğru cavab 12x kvadratı çıxılsın sinus x E variantı olacaq. 23-cü sualda oxşar sualdır. Baxaq 24-cü suala. Deyir ki,
Y bərabərdir -7x üzərinə gəlinsin 4 funksiyasının törəməsinin qrafiki hansı ola bilər? Deməli, uşaqlar, gəlin əvvəlcə bunun törəməsini tapaq. Y törəmə bərabər olur -7-yə. Deməli, bunun törəməsi sabit funksiyadır və y-i -7-yə bərabərdir. Deməli, y-i -7 nöqtəsindən keçib x oxuna paralel olan düz xətt C variantı. 25-ci sualda oxşar sualdır. Baxaq 26-cı sual. Deməli, 26-cı sualda bizə fx funksiyası verilib ki, fx bərabərdir b vurulsun kök altında x minus 2. Deyir ki, f törəmə 3 bərabərdir 2 olarsa b-ni tap. Uşaqlar, əvvəlcə f törəmə x-i tapaq. Bayaq dedik ki, b bölünsün 2 kök altında x minus 2. Əslində bunu bir dənə də x minus 2-nin törəməsinə vurmalıyıq, amma 1 edir deyənə də yazmıram. Bu bərabər olmalıdır. Törəməsini tapdıq. İndi bizə deyir ki, f törəmə 3 bərabərdir 2-yə. X-in yenə 3 qoyaq. Olacaq b bölünsün 2. Bərabər olmalıdır bu 2-yə. Buradan b-ni tapsaq, b də bərabər olur 4-ə. Deməli, 26-cı sualda doğru cavabımız E variantı olacaq. Növbəti 27-ci suala baxaq. 27 oxşar sualdır. Baxaq 28-ci suala. Deməli, 28-ci sualda yazılıb ki, kök altında y funksiyası bizə verilib ki, kök altında 2 çıxaq 6x. Bizdən bunun törəməsini tapmaq lazımdır. Y törəmə bərabər olacaq 1 bölünsün 2 kök altında 2 çıxılsın 6x və bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsinə, yəni 2 çıxılsın 6x-in törəməsinə. Olur -6 bölünsün 2 vurulsun kök altında 2 çıxaq 6x. Buradan 2 ilə -6-nı xısar aparsam olacaq -3 bölünsün kök altında 2 çıxaq 6x. Doğru cavab olacaq burada hansı variant? E variantı. 28-ci sualda da doğru cavabımız E variantı olacaq. 29-da olacaq deməli burada olacaq 1 bölünsün 2 kök altında 1 minus 4x, bir də -4-ə vuranda olur -2 bölünsün kök altında 1 minus 4x. 30-cu suala baxaq. 30-cu sualda yazıb ki, sual 30. Fx funksiyası bizə verilib. X kvadratı üzərinə gəlinsin 3-ün mötərizə kvadratı. Bunu istəsəz uşaqlar açılışın yazıb x üstü 4 üzərinə gəlinsin 6x kvadratı üzərinə gəlinsin 9. Daha sonra törəməsini tapa bilərsiniz. Yəni f törəmi x bərabər olacaq burada. 4x-in kubu üzərinə gəlinsin 12x. Daha sonra buradan 4x-i mötərizə xaricə çıxarsam qalır x kvadratı üzərinə gəlinsin 3. 30-cu sualda doğru cavab olacaq C variantı. Növbəti 31-ci sualda oxşar sualdır. Biz baxaq 32-ci suala. Deyir ki, bu funksiyanın törəməsini tapın. Yenə uşaqlar, mən cəmin fərqin törəməsi kimi baxacam. Yəni birbaşa yazacam. F törəmə x bərabər olacaq. Sinus 2x-in törəməsi kosinus 2x, bir də vurulsun 2. Yəni 2 kosinus 2x eləyəcək. 2 kosinus 2x. Çıxılsın 5 kosinus 3x. 5 ilə işiniz yoxdur. Kosinus 3x-in törəməsi mənfi sinus 3x eləyir, bir də vurulsun 3. Olur müsbət 15 sinus 3x və 2x-in də törəməsi eləyir mənfi 2. Doğru cavab bu şəkildədir. 2 kosinus 2x üzərinə gəlinsin 15 sinus 3x, çıxılsın 2. 32-də doğru cavab E variantıdır. 32-də doğru cavab E variantı olur. 33-də oxşar sualdır. Baxaq 34-cü suala. Deməli, 34-cü sualda bizə y funksiyası verilib ki, x kvadratı vurulsun sinus x-dir. Bizdən bunun törəməsini tapmaq lazımdır. Y törəmə bərabər olacaq. Hasilin törəməsi kimi baxacam buna. X kvadratı vurulsun sinus x-in törəməsi bərabər olacaq x kvadratının törəməsi sinus x üzərinə gəlinsin x kvadratı vurulsun sinus x-in törəməsi. Hasilin törəməsi bu şəkildədir. Bu da bərabər olacaq x kvadratın törəməsi olur 2x vurulsun sinus x üzərinə gəlinsin x kvadratı vurulsun sinus x-in də törəməsi kosinus x. Bu şəkildədir. İndi buradan x-i ortaq vuruq ki, mötərizə xaricə çıxaranda olur x vurulsun 2 sinus x üzərinə gəlinsin x kosinus x. Bax bu şəkildə. Cavab 34-də olacaq. Hansı variant? X vurulsun C variantı. C. 34-də C variantı. 35-də oxşar sualdır. Mən inşallah ben istəyirəm o düsturu bir dənə yazım. A vurulsun B-nin törəməsi bərabər olur A-nın törəməsi B üzərinə gəlinsin B-nin törəməsi A. Bu şəkildə hasilin törəməsi belə tapılır. 36-cı suala baxaq.
Sual 36. Yazıb ki, fx funksiyası bərabərdir. 4 üstü x vurulsun 5 bölünsün ln 4 çıxılsın 2x'in kubu çıxılsın 5 funksiyası üçün deyir ki, f törəmə 1-i hesablamaq. Əvvəl gəlin bunun törəməsini tapaq. Uşaqlar, burada diqqətli olun. 5 bölünsün ln 4 sabit bir ədəddir. Bunu olduğu kimi saxlasaq, 4 üstü x-in də törəməsi 4 üstü x vurulsun ln 4'dür. Çıxılsın 2x kubunun törəməsi edir 6x'in kvadratı. Buradan ln 4'lər ixtisar olunandan sonra qalır 5 dənə 4 üstü x çıxılsın 6x'in kvadratı. İndi bizdən f törəmə 1'i tapmaq lazım olduğuna görə x-in yenə 1 qoysam 5 vurulsun 4 üstü 1 çıxılsın 6 vurulsun 1'in kvadratı. 20 çıxılsın 6 doğru cavab olur 14. 36'da doğru cavabımız olacaq 14 B variantı. Davam edək. Növbəti 37 də oxşar sualdır. 38-ci suala baxaq. Sual 38. Bizə fx funksiyası verilib ki, fx bərabərdir x sinus x. X sinus x. Deyir ki, bu funksiyanın x bərabərdir pi bölünsün 2 nöqtəsində törəməsinin qiymətini tapın. F törəmə x bərabər olacaq. Hasilin törəməsi kimi baxacam. X-in törəməsi sinus x. Üzərinə gəlinsin x vurulsun sinus x-in törəməsi. Hasilin törəməsi bu şəkildədir. Olur, x-in törəməsi 1 elir sinus x. Üzərinə gəlinsin x kosinus x. İndi bizə bu törəmənin pi bölünsün 2 nöqtəsindəki qiymətini istəyir. F törəmə pi bölünsün 2 olacaq. X-in yenə pi bölünsün 2 yazsaq. Sinus pi bölünsün 2. Üzərinə gəlinsin pi bölünsün 2 vurulsun kosinus pi bölünsün 2. Bu ifadə 0-a bərabər olur. Sinus pi bölünsün 2'də aldığı qiymət də 1'ə bərabərdir. 38-ci sualda doğru cavabımız olacaq A variantı. 39 oxşar sualdır. Baxaq 40-cı suala. Deməli, sual 40-da yazıb ki, y bərabərdir sinus x kvadratı funksiyasının törəməsini tapın. Y törəmə bərabər olacaq. Yazacağım ki, sinus x kvadratının törəməsi. Bilirik ki, sinus x kvadratın törəməsi kosinus x kvadratı eləyəcək və bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi, x kvadratın törəməsi. Olur 2x vurulsun kosinus x kvadratı. Hansı variantdır? 40'da D variantı. 40-cı sualda D variantı. 41 də oxşar sualdır. Baxaq 42-ci suala. Deməli, sual 42-də yenə mən uşaqla birbaşa yazacağım. Buna cəmin törəməsi kimi yazacağım. F törəmə x bərabər olacaq. X kubunun törəməsi edir 3x kvadratı. 6x kvadratın törəməsi edir 12x. Üzərinə gəlinsin. Deməli 6 dənə x plus 1. Bu şəkildə. İndi bizdən f törəmə mənfi 1'i istədiyinə görə aparıb funksiyada x-in yenə mənfi 1 qoyacağım. Olacaq 3 çıxılsın 12. Üzərinə gəlinsin 0. Doğru cavab olur mənfi 9. 42-ci sualda doğru cavabımız E variantıdır. 43 də oxşar sualdır. Baxaq 44-cü suala. Deyir ki, fx funksiyası bərabərdir mənfi x kubu. F törəmə x çıxılsın fx bərabərdir 0 tənlinin kökləri cəmi tapın. Əvvəlcə uşaqlar fx funksiyasının törəməsini tapaq. F törəmə x tapaq. Olacaq mənfi 3x kvadratı. Daha sonra bizə deyir ki, f törəmə x-dən fx-i çıxanda 0 edir. Yəni mənfi 3x kvadratından mənfi x kubun çıxanda olur üstə gəl x kubu bərabərdir 0. Buradan x kvadratın ortaya vuruş kimi ötərizə xaricinə çıxarsaq, olur x kvadratı vurulsun x minus 3 bərabərdir 0. Birinci kökü tapıram ki 0'dır, ikinci kökü də tapıram ki 3'dür. Bizdən bu tənlinin kökləri cəmini istəyir. 0 ilə 3'ün cəmi eləyəcək nə? 3. 44'də doğru cavabımız B variantıdır. 45 də oxşar sualdır. 46-cı suala baxaq. 46-cı sualda bizə belə bir funksiya verilib. Y bərabərdir x kvadratı y üstü x. Bunun törəməsini tapmalıyıq. Hasilin törəməsi kimi baxacam. Olacaq x kvadratının törəməsi y üstü x. Üzərinə gəlinsin y üstü x-in törəməsi vurulsun x kvadrat. X kvadratın törəməsi ilə 2x y üstü x. Üstünə gəl y üstü x-in törəməsi ilə y üstü x elir vurulsun x kvadrat. Buradan mən deməli nəyi mötərizə xaricinə çıxara bilərəm? Y üstü x-i mötərizə xaricinə çıxarsaq, y üstü x-i mötərizə xaricinə çıxarsaq, qalacaq 2x üzərinə gəlinsin x-in kvadratı. Doğru cavab 46'da E variantıdır. 47 də oxşar sualdır. Baxaq növbəti suala.
48-ci sual. Deməli 48-ci sualda bizə fx funksiyası verilib ki, y üstü x kubu çıxılsın 1-dir. Bunun törəməsi olacaq, elə y üstü x kubu çıxılsın 1, bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi, x kubu çıxılsın 1-in törəməsi. X kubunun törəməsi edir 3x kvadratı vurulsun y üstü x kubu minus 1. Bizdən f törəmə 1 isir, aparıb x-in yenə 1 qoyun, olacaq 3. Deməli, y üstü 0, 1 bəli 3 olur. 48-də doğru cavab A variantı. 49 da oxşar sualdır. 50-ci suala baxaq. Bizə 2 dənə fx və gx funksiyası verilib. Deyir ki, f törəmə x kiçikdir, g törəmə x bərabərsizliyini həll edin. Əvvəz yəni hər iki funksiyanın törəməsini tapaq. Yəni əvvəz f törəmə x tapaq. F törəmə x edir 5. Daha sonra j törəmə x tapaq. J törəmə x vurub atsaq olacaq 2x kvadratı üzərinə gəlinsin x-in törəməsi. Olur 4x üstəgəl 1. Yəni biz 5-i kiçik götürməliyik 4x üzərinə gəlinsin 1-dən. Hər iki tərəfdən 1 çıxsam 4x böyük olur 4-dən. Hər tərəfini 4-ə bölsək x böyük olur 1-dən. Deməli bunun həlli olur 1 müsbət sonsuzluq. 50-ci sualda doğru cavab B variantıdır. 51-ci sualda oxşar sualdır. Baxaq 52-ci suala. Mən 52-ci sualda ln kosinus 3x. Bunun törəməsi birbaşa yazsam f törəmə x bərabər olacaq. 1 bölünsün kosinus 3x vurulsun kosinus 3x-in törəməsi. Onu mürəkkəb edən hissənin törəməsi. Bu da bərabər olur 1 bölünsün kosinus 3x vurulsun kosinus 3x-in törəməsi mənfi sinus 3x-dir. Bir də vurulsun onu mürəkkəb edən hissənin törəməsi. 3x-in törəməsi 3. İnşallah bizə deyir ki, f törəmə pi bölünsün 9-u tapın. F törəmə pi bölünsün 9-u tapın. F törəmə pi bölünsün 9-da x-in yenə pi bölünsün 9 yazacağım. 1 bölünsün kosinus pi bölünsün 3 vurulsun mənfi sinus pi bölünsün 3 və bir də vurulsun 3. Kosinusun 60-ı sinusun 30-udur. 2-də 1 olur. Olur 2 vurulsun mənfi sinus 60 desək kökdə 3 bölünsün 2. Bir də vurulsun 3. 2-lər xısar olunur. Doğru cavab olur mənfi 3 dənə kök altında 3. 52-ci sualda doğru cavab D variantı olacaq. 54-cü sualda oxşar sualdır. Baxaq 55-ci sual. 53 oxşardır. 54-ə baxaq. Deməli 54-cü sualda nədir? Gəlin əvvəlcə bunun törəməsini tapaq. F törəmə x tapaq. F törəmə x bərabər olacaq. X kubunun törəməsi edir 3x kvadratı. 4x kvadrat törəməsi edir 8x. Mənfi 11x-in də törəməsi edir mənfi 11. Bizə deyir ki, bu törəmə 0-dan kiçikdir. Yəni 3x kvadratı üzərinə gəlinsin 8x çıxılsın 11-i. 0-dan kiçik götürüb bu bərabərsizliyi həll eləməliyik. Təbii ki, bunun kökləri nələr olacaq? Vuruqlara ayırsaq 3x kvadratı üzərinə gəlinsin 1. Daha doğrusu uşaqlar necə olacaq? 3x üzərinə gəlinsin. Bunu gəlin belə yazaq əvvəlcə. 3x kvadratı üzərinə gəlinsin 11x çıxılsın 3x çıxılsın 11 kimi eşittir 0-dan. Daha sonra qruplaşdırırsaq 3x-i mötərizə xaricinə çıxarsaq 3x vurulsun x minus 1. 11x-lə də 11-i qruplaşdırırsaq 11-i mötərizə xaricinə çıxarsaq 11 vurulsun x minus 1 olacaq. Eşittir 0-dan. Bu da vuruqlara ayrılır. 3x plus 11 vurulsun x minus 1 şəklində. Kiçik olmalıdır 0-dan. Bunu 0-a çevirən qiymətlər olacaq mənfi 3-də 11 ilə mənfi 3-də 11 ilə müsbət 1. İntervallara ayırsaq birdən böyük bir qiymət verəndə müsbət, mənfi, müsbət. Bizə mənfi aralıq lazımdır deyənə təbii ki, götürərik mənfi 3-də 11-dən 1-ə kimi. Mənfi 3-də 11-dən 1-ə kimi. Bizdən bu tam ədədlərin cəmini tapmaq tələb olunur. Mənfi 3 tam neçəsə deməkdir. Olacaq mənfi 3 üstünə gəl, mənfi 2 üstünə gəl, mənfi 1 üstünə gəl, 0. O da olur neçə? Mənfi 6. Deməli 54-cü sualda doğru cavabımız mənfi 6 B variantı olacaq. 55 də oxşar sualdır. 57-ci suala baxaq. 56, 57 onsuz da oxşardır. Deməli görək 57-ci sualda nədir? Fx funksiyası bizə verilib, bunun törəməsini tapmalıyıq. Deməli uşaqlar əvvəl yəni belə f x-i yazaq. Sürətli x-i mötərizə xaricinə çıxaranda x vurulsun
1 plus x bölünsün x kubu. Buradan x'ten x kubunu x'e aparandan sonra qalır 1 plus x bölünsün x'in kvadratı. İndi bunun törəməsini tapmalıyıq. Bunun törəməsi uşaqlar nisbətin törəməsi kimi tapılacaq. F törəmi x bərabər olacaq. Əvvəlcə düsturu mən yazacağam. Deməli sol tərəf yazacağam. U bölünsün v-nin törəməsi olur. U-nun törəməsi v çıxılsın v-nin törəməsi u bölünsün v-nin kvadratı. Ona görə yazacağım burada 1 plus x-in törəməsi x kvadratı çıxılsın x kvadratının törəməsi 1 plus x bölünsün x kvadratının kvadratı. Yəni x üstü 4. Bu da bərabər olacaq. X kvadratı çıxılsın 2x vurulsun 1 plus x bölünsün x üstü 4. İndi f tərəmə 1 hissədən görə aparıb x-in yenə 1 qoyacağım. Olacaq 1 çıxılsın 4 bölünsün 1. Doğru cavab olur nə? Mənfi 3. 57-ci sualda doğru cavabımız mənfi 3. C variantı olur. İndi isə baxaq 58 nömrəli çalışmaya. Deməli 58-ci çalışmada uşaqlar bizə yenə y funksiyası verilir və biz bu funksiyanın törəməsini tapmalıyıq. Deməli sual 58. Əvvəlcə verilmiş y funksiyasını yazsam y bərabərdir 3x vurulsun kök altında 1 minus x-in kvadratı çıxılsın 3. Cəm fərq funksiyası olduğuna görə biz buna törəmələr cəmi, törəmələr fərqi kimi baxa bilərik. Yəni y-in törəməsi bərabər olacaq 3x vurulsun kök altında 1 minus x kvadratının törəməsi çıxılsın 3-ün törəməsi. Bu da bərabər olacaq. İndi uşaqlar 3x vurulsun kök altında 1 minus x kvadratının törəməsini mən hasilin törəməsi kimi yazacağım. Yəni bu şəkildə 3x-in törəməsi vurulsun kök altında 1 minus x kvadratı. Daha sonra üzərinə gəlinsin 3x vurulsun kök altında 1 minus x kvadratının törəməsi. Bu şəkildə yaza bilərəm. Sabitin törəməsi 0 verir deyənə çıxılsın 0 və ya da 0 yazmaya da bilərsiniz. Bu da bərabər olacaq. İnşallah burada 3x-in x-ə görə törəməsi 3 eləyir. Olur 3 dənə kök altında 1 minus x-in kvadratı. Üzərinə gəlinsin 3x vurulsun. Kök altında 1 minus x kvadratının törəməsi 1 bölünsün 2 kök altında 1 minus x kvadratı və bir də vurulsun nə? X kvadratının, yəni 1 çıxılsın x kvadratının törəməsi. O da nə edir? Mənfi 2x eləyir. Düzdürmü? Mənfi 2x eləyir də. İndi buradan bərabər olacaq. Deməli düz yazdıq. Aha, düzdür. İndi davam eləsək olacaq deməli 3 dənə kök altında 1 minus x-in kvadratı. 3 dənə kök altında 1 minus x-in kvadratı. Üzərinə gəlinsin 2 dənə kök altında 1 minus x-in kvadratında. Gərək burada elə çıxılsın yazardıq. Çünki mənfi 2x ilə 3x-ə vuranda çıxır. Mənfi 6x kvadrat elə olacaq. Çıxılsın 6x-in kvadratı. Orta məxrəc tapsaq, bunlar üçün orta məxrəc təbii ki nə olacaq? Orta məxrəc olacaq 2 vurulsun kök altında 1 minus x-in kvadratı. Birinci kəsri, yəni məxrəcinə 1 yazsaq, bunun sürətini və məxrəcini 2 vurulsun kök altında 1 minus x kvadratına vursaq, olacaq 6 dənə 6 vurulsun 1 minus x kvadratı. Çıxılsın 6x-in kvadratı. Bax bu şəkildə. Bu da bərabər olur nəyə? Deməli 6 çıxılsın 6x kvadratı. 6 çıxılsın daha doğrusu 12x-in kvadratı. 12x-in kvadratı bölünsün 2 vurulsun kök altında 1 minus x-in kvadratı. Burada sürətdə 2-ni ortaq vuruq kimi ötərcək xaricinə çıxara bilirəm. Məxrəzdəki 2 ilə qısar gedəcək. Qalacaq 3 çıxaq 6x-in kvadratı bölünsün kök altında 1 minus x-in kvadratı. Deməli 58 nömrəli çalışmada doğru cavabımız olur D variantı. 3 çıxılsın 6x-in kvadratı bölünsün kök altında 1 minus x-in kvadratı. Növbəti 59-cu çalışmaya baxaq. Deməli 59-cu sualda bizə belə bir fx funksiyası verilib. Fx bərabərdir. Kök altında 3 dənə sinus 2x, kök altında 3 sinus 2x çıxılsın kosinus 2x. Bizə deyir ki,
bu funksiyanın törəməsinin ən kiçik qiymətini tapın. Əvvəlcə gərək biz fx funksiyasının törəməsini tapaq. F törəmə x bərabər olacaq. Buna da fərqin törəməsi kimi baxacağım. Yəni kökdə 3 sinus 2x-in törəməsi çıxılsın kosinus x-in törəməsi. Yəni kosinus 2x-dir burada. Kosinus 2x-in törəməsi. Bu da bərabər olacaq. Əvvəlcə kökdə 3 sinus 2x-in törəməsini tapsaq, kökdə 3 sabit ədəd kimi gələcək mötərizənin qarşısına. Sinus 2x-in törəməsi olacaq 2 kosinus 2x. 2 kosinus 2x çıxılsın. Kosinus 2x-in törəməsi isə mənfi 2 sinus 2x edir. O da olur üzərinə gəlinsin 2 sinus 2x. Düzdürmü? Bunu bir qədər də sadələşdirsək olur 2 kökdə 3 kosinus 2x. 2 kökdə 3 kosinus 2x. Üzərinə gəlinsin 2 sinus 2x. Və biz uşaqlar trigonometriya bölməsindən bilirik ki, a sinus x üzərinə gəlinsin b kosinus x şəklində olan funksiyaların ən kiçik və ya ən böyük qiymətlərini tapa bilirik. Ən kiçik qiymətləri ə2-qısı bərabər olurdu mənfi kök altında a kvadratı üzərinə gəlinsin b kvadratına. İndi burada da həmin düsturun köməyi ilə həmin düsturu tətbiq eləsək olacaq bu funksiyanın ən kiçik qiyməti, yəni fx funksiyasının ən kiçik qiyməti mənfi kök altında 2 kökdə 3-ün kvadratı üzərinə gəlinsin 2-nin kvadratı. Buradan uşaqlar 2 kökdə 3-ün kvadratı mənfini saxlayıram. 12 edir. 12-nin üzərinə də 4 gələndə 16. Yəni mənfi kök altında 16. Bu da nəyə bərabər olur? Mənfi 4-ə. 59-cu sualda doğru cavabımız mənfi 4. E variantı olur. Maraqlı sual idi. Cavab E. Növbəti 60-cı suala baxaq. 60-cı sualda da yenə bu funksiyanın törəməsi üçün f törəmə 1-i tapmalıyıq. Yəni əvvəlcə fx funksiyasının törəməsini tapıb, daha sonra törəmədə tapdığımız funksiyada x-in yerinə 1 qoyub hesablamalıyıq. Deməli, sual 60. Mən birbaşa yazacağım uşaqlar. Deməli, f törəmə x bərabər olacaq. Bu qüvvətdəki 2 gələcək qarşıya olacaq 4də 1 vurulsun 2. Vurulsun x kvadratı üzərinə gəlinsin 6x. Bir də vurulsun bu funksiyanın mürəkkəb edən hissənin törəməsi. Yəni x kvadratı üzərinə gəlinsin 6x-in törəməsi. Olur buradan 2də 1 dənə x kvadratı üzərinə gəlinsin 6x və bir də vurulsun x kvadratı üzərinə gəlinsin 6x-in törəməsi 2x üzərinə gəlinsin 6 edir. İndi bizdən f törəmə 1-i istədiyinə görə bu funksiyada x-in yenə 1 qoysam, olacaq 2də 1 vurulsun 7 vurulsun 8. Bu da olur neçə? 28. Deməli 60-cı sualda da doğru cavab C variantı 28 olacaq. Növbəti uşaqlar 61-ci sualda oxşar sualdır. Baxaq 62-ci suala. Bizə belə bir fx funksiyası verilib sual 62-də. Fx funksiyası bu şəkildədir. X kubu ln kvadratı x, x kubu ln kvadratı x üzərinə gəlinsin 3. Bizə deyir ki, f törəmə n-i tapın. Yəni əvvəlcə biz fx funksiyasının törəməsini tapmalıyıq. Yəni x kubu ln kvadratı x-i üzərinə gəlinsin 3-ün törəməsini tapmalıyıq. Buna da mən uşaqlar cəmin törəməsi kimi baxsam olacaq x kubu ln kvadratı x-in törəməsi üzərinə gəlinsin 3-ün törəməsi. Sabit ədədin törəməsi müəyyən bir dəyişənə görə törəməsi 0 eləyir. X kubu ln kvadratı x-in törəməsini tapsam, bunu da uşaqlar necə yaza bilərik? Ln kvadratı x-ə biz burada uşaqlar indi x kubu ln kvadratı x-in törəməsini mən hasilin törəməsi kimi görə tapacağam. X kubunun törəməsi ln kvadratı x üzərinə gəlinsin ln kvadratı x-in törəməsi vurulsun x-in kubu. Bu da bərabər olacaq. Əvvəlcə x kubunun törəməsini tapsam edir 3x kvadratı ln kvadratı x üzərinə gəlinsin ln kvadratı x-in törəməsi isə olacaq 2 ln x vurulsun 1 bölünsün x. Yəni 2 ln x vurulsun onu mürəkkəb edən hissənin törəməsi. Vurulsun bir də nə var? X kubu var. Düzdürmü? Bunu davam eləsək bu bərabər olacaq 3x kvadratı ln kvadratı x üzərinə gəlinsin 2 x kvadratı ln x. Düzdürmü? İndi bizə nə istəyir? Bizdən f törəmə y-ni istəyir. Gətirib burada y qoysaq olacaq 3y-nin kvadratı üzərinə gəlinsin 2y-nin kvadratı. Ln y'lər 1-ə bərabərdir də. Bu da bərabər olur nəyə? 5 dənə y kvadratına. Deməli 62-ci sualda doğru cavabımız 5y kvadratı D variantıdır. 63 də oxşar sualdır. Baxaq 64-cü çalışmaya. Deməli sual 64-də
fx funksiyası bizə bu şəkildə verilib. Yazıb ki, kosinus üstü 4 3x çıxılsın sinus üstü 4 3x funksiyasının x0 bərabərdir pi bölünsün 36 nöqtəsində törəməsinin qiymətini tapın. Əvvəl yəni uşaqlar bu funksiyanı bir qədər sadələşdirək. Yəni mən bunu kosinus kvadratı 3x çıxılsın sinus kvadratı 3x vurulsun kosinus kvadratı 3x üzərinə gəlinsin sinus kvadratı 3x kimi yaza bilərəm. Düzdürmü? Bu şəkildə yaza bilərəm. Daha sonra buradan əsas trigonometrik yeniliyə görə kosinus kvadratı 3x üzərinə gəlinsin sinus kvadratı 3x ifadəsi bizə 1'i verir. Qalır nə? Kosinus kvadratı 3x çıxılsın sinus kvadratı 3x. Düzdürmü? Bu da toplama teoremlərinə görə mənə kosinus 6x-in açılışını verir. Deməli bizim fx funksiyamız kosinus 6x-ə bərabər imiş. Gəlin bunun əvvəlcə törəməsini tapaq. F törəmə x bərabər olacaq. Yəni kosinus 6x-in törəməsini tapacağam. Kosinus 6x-in törəməsi -6 sinus 6x eləyir. Daha sonra törəmədə tapdığımız funksiyada x-in yerinə pi bölünsün 36 yazmalıyam. Olur -6 vurulsun sinus pi bölək 6. Bu da bərabər olur -6 vurulsun sinus pi bölünsün 6, yəni sinus 30 deməkdir, 2'də 1 alır. -6'nın da 2'də 1'ə hasili -3'ə bərabər olur. 64-cü sualda doğru cavab A variantı olacaq. 65 də oxşar sualdır. Baxaq 66-cı suala. Görək 66-cı sualda nədir? Deməli yenə fx funksiyası var. Və bu funksiyanın törəməsində pi bölünsün 4-dəki qiymətini hesablamalıyıq. Birbaşa yazacağım. F törəmə x bərabər olacaq. Kosinus 2x minus pi bölünsün 3'ün törəməsi olacaq. Deməli mənfi sinus 2x minus pi bölü 3. O da olur -6 sinus 2x minus pi bölünsün 3. Bir də vurulsun bunun mürəkkəb edən hissənin törəməsi. 2x çıxılsın pi bölünsün 3'ün törəməsi. Bu bərabər olacaq -6 sinus 2x minus pi bölünsün 3 vurulsun 2. Bu da olur biraz da sadələşdirsək -12 dənə sinus 2x çıxılsın pi bölünsün 3. İndi artıq törəməsini tapdığımıza görə törəmədə tapdığımız funksiyada x-in yerinə pi bölünsün 4 yaza bilərəm. Olacaq -12 sinus 2x olacaq pi bölünsün 2 çıxılsın pi bölünsün 3. Bu da çevirmə düsturlarına görə olacaq -12 dənə sinus pi bölünsün 3. Düzdürmü? Bu şəkildə yaza bilirik. Şimdi bunu bircə dəqiqə 2x oldu. Düzdür. 2x dediksə yenə pi bölünsün 4 yazanda olur pi bölünsün 2. Pi bölünsün 2'də ad dəyişməliydi uşaqlar. Mən burada ad dəyişmədim. Kosinus pi bölünsün 3 olur. Çevirmə düsturlarına görə bilirik ki, yarım argumentdə, yəni pi'nin yarım misillərində ad dəyişir. Bu da bərabər olur -12 vurulsun. Kosinus pi bölünsün 3, yəni kosinus 60'dır. Kosinusun 60'ı sinusun 30'udur. 2'də 1. -12'nin də 2'də 1'ə hasili -6 edir. Deməli 66-cı sualda doğru cavabımız -6 A variantı olacaq. 67 də oxşar sualdır. Baxaq 68-ci suala. Deməli 68-ci sualda bizə yenə fx funksiyası verilib. Yazıb ki, sürətdə x kvadratı üzərinə gəlinsin x bölünsün kök altında x bölünsün kök altında x funksiyası üçün deyir ki, f törəmi 4'ü tapın. Əvvəlcə yəni uşaqlar fx funksiyasının törəməsini tapaq. Deməli bu kəsr funksiyadır. Yəni u bölü v şəklində olan funksiyaların törəməsi, u-nun törəməsi v çıxılsın v-nin törəməsi u bölünsün v-nin kvadratı ifadəsi ilə təyin olunur. Ona görə yazacağım mən f törəmi x bərabərdir. X kvadratı üzərinə gəlinsin x-in törəməsi vurulsun kök altında x çıxılsın x kvadratı üzərinə gəlinsin x vurulsun kök altında x-in törəməsi və bölünsün məxrəcin kvadratı. Məxrəcə kök altı x kvadratı da eləyir x. Bunu hesablasaq x kvadratı üzərinə gəlinsin x-in törəməsi eləyir 2x üstə gəl 1 kök altında x çıxılsın x kvadratı üzərinə gəlinsin x vurulsun 1 bölək 2 kök altında x. Bir də bölünsün məxrəcə nə var? Məxrəcə də x var. Düzdürmü? Bərabəri buradan silək, kəsirik.
işarəsinin qarşısına qoyaq. Bərabər burada olmalıdır. Bu da bərabər olacaq. İndi artıq x'in yenə 4 qoya bilərəm. Olur 9 vur 2 18. Çıxılsın. Burada 4 qoyanda 20 bölək 4 5 bölünsün 4. 4-də 13 eləyir. 4-də 13 də nə deməkdir? 3 tam 4-də 1. Cavab B variantı. 69 da oxşar sualdır. Bunda bu qaydanı yazacaqsınız. Baxaq növbəti 70-ci suala. Sual 70. Mənə görə sual 70-də nədir? Y funksiyası y üstü mənfi x çıxılsın 5 üstü x funksiyasıdır. Bizdən bu funksiyanın törəməsini tapmalıyıq. Y-in törəməsi, mən buna törəmələr fərqi kimi baxa bilərəm. Yəni y üstü mənfi x-in törəməsi çıxılsın 5 üstü x-in törəməsi. İndi y üstü mənfi x-in törəməsi olacaq. Deməli, a üstü x funksiyasının törəməsi a üstü x vurulsun ln adır. Bu da olacaq y üstü mənfi x vurulsun ln y. Bir də vurulsun uşaqlar mənfi 1. Çünki onun mürəkkəb edən hissə var. Mənfi x-in törəməsi də mənfi 1 eləyir. Çıxılsın. 5 üstü x-in də törəməsi isə burada heç bir problem yoxdur. 5 üstü x vurulsun ln 5 şəklindədir. Bu da bərabər olur. ln y ifadəsi bizə 1 verir. Olur mənfi y üstü mənfi x çıxılsın 5 üstü x dənə ln 5. ln 5 dənə 5 üstü x. Görək buna uyğun olan variant hansı variantdır? Deməli E variantıdır da. Bəli, E variantı. Cavab olur E variantı. 71-ci suala baxaq. Deyir ki, fx funksiyası üçün f törəm x bərabərdir 0 təninin köklərinin cəmini tap. Mən birbaşa f törəm x tapacağam. 2x kubunun törəməsi eləyir 6x-in kvadratı. 9x kvadratın törəməsi eləyir 18x. Mənfi 24x-in də törəməsi eləyir mənfi 24. 4 bərabər olmalıdır 0-a. Hər tərəfini 6-ya bölsəm x kvadratı üzərinə gəlinsin 3x. Çıxılsın 4 bərabərdir 0. Bizdən bu tənlinin kökləri cəmini istəyir. Viet deyir ki, çevrilmiş kvadrat tənlinin kökləri cəmi əks işarə ilə ikinci həddin əmsalına bərabər olur. Ona görə 71-də doğru cavabımız C variantı olacaq. 72 də oxşar sualdır. Baxaq 73-cü çalışmaya. 73 də vurub açacaqsınız. Yəni çox əlli alınacaq. Onun törəməsini tapacaqsınız. 74-də baxaq. Yəni yazdığımız suallardan hər birindən bir dəfə işləmiş. Yəni təkrar suallara bir dəfə baxıram. Fx bərabərdir. Deyir ki, kosinus kvadratı 2x funksiyasının törəməsi. Bunun törəməsini tapaq. F törəm x bərabər olacaq. 2 kosinus 2x. Bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi. Kosinus 2x-in törəməsi. Bax, çox maraqlıdır mürəkkəb funksiyanın törəməsini tapmaq. 2 kosinus 2x vurulsun. Kosinus 2x-in də törəməsi eləyir mənfi 2 dənə sinus 2x. Bu da uşaqlar, bu da nə deməkdir? Mənfi 2-ni saxlayın qarşıda. Mənfi 2 vurulsun 2 sinus 2x. Bir də vurulsun kosinus 2x. İndi bu ifadə bizə nəyi verir? 2 sinus alfa, kosinus alfa. Sinus 2 alfanı vermir. Mənfi 2 sinus 4x kimi yaza bilərik. Bizə də nəyi deyirdi? Deyirdi ki, törəmədə pi bölünsün 12-dəki qiymətini tapın. Mənfi 2 vurulsun sinus 4 vurulsun pi bölək 12. Bu da olur mənfi 2 vurulsun sinus pi bölək 3. 60. Yəni köklü 3 bölünsün 2. Bu da cavab olur. Mən birbaşa qiyməti yazdımsa artıq buradan sinusu silməliyəm. Buradan 2'lər qısa gedir. Qalır nə? Mənfi kök altında 3. 74-cü sualda doğru cavabımız mənfi kök altında 3. B variantı olacaq. 75-ci suala baxaq. Deməli, sual 75. Uşaqlar, f törəm x vurulsun j törəm x. Gəlin əvvəlcə f törəm x tapaq. ln sinus x-in törəməsi, ln funksiyasının törəməsi 1 bölü x vurulsun x-in törəməsi deyil. Bu da yazacağım 1 bölünsün sinus x. Bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi, sinus x-in törəməsi. Olur kosinus x bölünsün sinus x. Kosinus x-in sinus x-ə nisbəti bizə nəyi verir? Kotanges x verir də. Düzdürmü? Daha sonra j törəm x tapsam, ln kosinus x-dir. Bu isə olacaq 1 bölək kosinus x vurulsun kosinus x-in törəməsi. Bu da olur mənfi sinus x bölünsün kosinus x. Bu ifadə bizə nəyi verir? Mənfi tangens x.
İndi bizə nə istəyirdi? F törəmə x vurulsun j törəmə x-i. Bilirik ki, kotangens x-i vuranda mənfi tangens x-ə, kotangens x vur tangens x ifadəsi bizə 1 verir. Mənfiyə görə də olacaq mənfi 1. 75-ci sualda doğru cavab D variantıdır. 76 yox, gəlin 77-yə baxaq. Oxşar suallardır, yəni fərqi yoxdur. Hansını istəsəz yaza bilərsiniz. 77-yə baxaq. Törəməsini tapaq birbaşa. F törəmə x bərabər olacaq. 2x-in törəməsi 2 eləyir. Sıxılsın. 3-də 1 sinus 3x-in də törəməsi olur. 3-də 1 vurulsun. 3 dənə kosinus 3x. Bu da olur. 2 çıxılsın kosinus 3x. İndi gətirib x-in yerinə mənfi pi bölünsün 3 yaza biləriz. F törəmə mənfi pi bölünsün 3 bərabər olacaq 2 çıxılsın kosinus mənfi pi. Kosinus cüt funksiya olduğuna görə elə bunu 2 çıxılsın kosinus pi kimi yaza bilərəm. Kosinus pi-də, yəni 180-də aldığı qiymət mənfi 1-dir. 2-dən də mənfi 1 çıxanda doğru cavab olur müsbət 3. 77-də doğru cavabımız olur müsbət 3. 79-cu suala baxaq. Sual 79. Deməli, fx funksiyası verilib ki, 6-da 1 ln 2x-dir. Uşaqlar bir şey qeyd edelim. Yəni, bu düsturları bilmədən izaha baxmayın. Yəni, mütləq törəmə düsturlarını öyrənin daha sonra. F törəmə x tapsaq, olacaq 6-da 1 vurulsun. Ln 2x-in törəməsi 1 bölünsün 2x vurulsun 2x-in törəməsi. Yəni, 2 olur. Bu da olur 1 bölək 6x. 1 bölək 6x. İndi bizə deyir ki, törəmədə 12-də 1 qoy yerinə. 12-də 1 qoysan, təbii ki, 1 bölünsün 2-də 1 olur. O da nə deməkdir? 2. F törəmə 12-də 1 bərabər olacaq müsbət 2-yə. 79-da doğru cavabımız müsbət 2 olur. Daha sonra görə 80-81 oxşarsa 81-ə baxaq. Yox, fərqli suallardır. 80-ə baxaq. Sual 80. Fx funksiyası verilib. Deyir ki, f0 bərabərdir 1. f0 1 o deməkdir ki, uşaqlar, yəni siz funksiyanın özündə x-i yerinə 0 qoysanız 1-ə bərabər olmalıdır. Gəlin qoyaq. Olacaq sinus 0 üzərinə gəlinsin a, vurulsun sinus 0 çıxılsın b, bərabər olmalıdır 1-ə. Burada bilirik ki, sinus 0-da 0 alır. Olur a vuraq mənfi b bərabərdir 1-ə. Onda buradan ab hasilinin mənfi 1 olduğunu alırıq. Bax, bu bizə lazım olacaq. AB hasilini aldıq ki, mənfi 1-ə bərabərdir. Daha sonra deyək ki, f törəmə 0 isə 4-dür. Əvvəz gələ biz bunun törəməsini tapaq, daha sonra yazaq. Ona görə gəlin əvvəz fx funksiyasını vurub açaq. Olur sinus kvadratı x çıxılsın b sinus x, üstünə gəl a sinus x, çıxılsın ab. Bunun törəməsini tapaq. F törəmə x bərabər olacaq 2 sinus x kosinus x çıxılsın b kosinus x üzərinə gəlinsin a kosinus x və sabitin törəməsi 0-dır. İndi burada x-in yenə 0 qoyana 4 olmalıdır. Olacaq, yəni f törəmə 0-ı hesablasaq 2 sinus 0 kosinus 0 çıxılsın b kosinus 0 üzərinə gəlinsin a kosinus 0 bərabər olmalıdır 4-ə. Bu gedir 0-a. Kosinus 0-da 1 alır. Olur a çıxaq b fərqi də bərabərdir 4-ə. A çıxaq b fərqini də tapdıq. Bizə nə istəyir indi? Bizdən a kubu çıxılsın b kubunu istəyir. A kubu çıxılsın b kubunun açılışı bu şəkildədir. A minus b vurulsun a kvadratı üzərinə gəlinsin ab üzərinə gəlinsin b kvadratı. İndi a çıxaq b-nin yerinə 4 qoysam olacaq 4 dənə a kvadratı üzərinə gəlinsin ab üzərinə gəlinsin b kvadratı. Bərabər olacaq 4 vurulsun. Mən mötərizənin içərisini köməkçi müxtəsər roman üstünə görə a minus b-nin kvadratı üzərinə gəlinsin 3ab kimi yaza bilərəm. Olur 4 vurulsun. A minus b-miz 4 daxil. 4-ün kvadratı üzərinə gəlinsin. AB hasilə neçədir? Mənfi 1. Yəni 3 vuraq mənfi 1, mənfi 3 eləyir. Bu da olur 4 vurulsun 13. Düzdürmü? 4 vurulsun 13. 4 vurulsun 13 neçə eləyir? 52. Doğru cavab 80-də 52-dir. 81-ci suala baxaq. Deyir ki, b-nin hansı qiymətində fx funksiyası üçün f törəmə 2 9 olar. Yəni əvvəlcə bunun törəməsini tapaq. F törəmə x bərabər olacaq.
x kvadratın törəməsi 2x, bx-in törəməsi b. Bizə indir ki, f törəmə 2 bərabərdir 9-dur. Yəni x-i yenə 2 qoyub 9-a bərabərləşdirəcəyik. 4 üzərinə gəlinsin b bərabər olur 9-a. Buradan b-ni tapsaq 9 çıxaq 4 edir 5. 83-ə gəlin baxaq. Oxşar suallardır. 83-ə baxaq. Deməli 83-cü sualda f törəmə x tapacam birbaşa. Olacaq 7x-in törəməsi 7. 2 sinus 2x-in törəməsi edir. Sinus 2x-in özünün törəməsi 2 kosinus 2x-dir. 2-yə də vuran olur 4 dənə kosinus 2x. Yəni burada törəmədə aparıb x-in yerinə pi bölünsün 6 yazmalıyam. Olacaq 7 üzərinə gəlinsin 4 dənə kosinus pi bölək 3. Kosinusun 60-ı sinusun 30-u 2-də 1 olur. 7 üzərinə gəlinsin 2. Doğru cavab 9. 83-də 9 olur cavab. Daha sonra 84-ə baxaq. Yenə nisbətin törəməsi kimi baxacaqsınız uşaqlar. Yəni f törəmə x bərabər olacaq. Nisbətin törəməsini bax yazmışdım. 2x-in törəməsi vurulsun 1 minus x kvadratı. Çıxılsın 1 minus x kvadratının törəməsi vurulsun 2x. Bölünsün 1 minus x kvadratının kvadratı. Mütərizə kvadratı təbii ki. Bərabər olur 2 dənə 1 minus x kvadratı. Çıxılsın mənfi 2x dənə. Yəni üzərinə gəl 4x yaza bilərəm. 4x-in kvadratı. Bölünsün. Məxrəzdəki nədir? Məxrəzdəki 1 çıxaq x kvadratının kvadratıdır. Yəni f törəmə 0 isir aparıb x-in yenə 0 qoyun. Olur nə? 2 üzərinə gəlinsin 0 bölünsün 1. Düzdürmü? Bu da olur neçə? 2. 84-də doğru cavab 2-dir. 85 də oxşar sualdır. 86-ya gəlin baxaq. Sual 86. Birbaşa gəlin törəməsini tapaq. F törəmə x bərabər olacaq. 5 gələcək qarşıya. 5 dənə x üstü 4 çıxılsın 2x çıxılsın 1. Bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi. Yəni x üstü 4 çıxılsın 2x minus 1-in törəməsi. Olur 5 dənə x üstü 4 çıxaq 2x çıxılsın 1. Vurulsun bunun da törəməsi eləcək 4x kubu çıxılsın 2. Düzdürmü? Yəni f törəmə 1-i isir. Aparıb x-in yenə 1 qoyacaqsınız. Olacaq 5 vurulsun. Deməli, mənfi 2 vurulsun, 1 qoyanda 2. Bu da eləyir neçə? 86-da. Yox, düz yazmadıq nəsə bunu. Bircə dəqiqə. 5 burada qüvvətdə 4 qalır uşaqlar. Bu qüvvətdə 4-ü itirmişəm mən. 5 gəlir qarşıya axı qüvvətdən 1 əksik olur. Bu da olur 5 vurulsun 16 vurulsun 2. Eləyir neçə? 160. 86-da doğru cavab 160-dır. Növbəti 88-89 oxşardır. Gəlin 88-ə baxaq. Deməli 88. Törəməsini tapmalıyıq. Hasilin törəməsi kimi. Yəni f törəmə x bərabər olacaq. 2x kvadratı üzərinə gəlinsin 3x, üzərinə gəlinsin 1-in törəməsi kosinus x. Üzərinə gəlinsin kosinus x vurulsun. Bax 2x kvadratı. Kosinus x-in törəməsi vurulsun. 2x kvadratı üzərinə gəlir. 3x üzərinə gəlinsin 1. Bu da olur 4x üzərinə gəlinsin 3 dənə kosinus x. Kosinus x-in törəməsi mənfi sinus x. Çıxılsın sinus x vurulsun. 2x kvadratı üzərinə gəlinsin 3x üzərinə gəlinsin 1. İndi bizə f törəmə 0 tapmaq lazımdırsa, x-in yenə 0 qoyursunuz. Olur 3 dənə kosinus 0 çıxılsın 0. O da eləyir 3. 88-də doğru cavabımız olur 3. Bu da belə bir maraqlı sual. 89 oxşar sualdır. 90-91 də oxşardır. Gəlin 91-ə baxaq. Yəni fərqi yoxdur. Oxşar suallardır. Sual 91. Deyir ki, A parametrinin hansı müsbət qiymətində bu funksiyanın törəməsi cüt funksiyadır. Yəni törəməsini əvvəlcə tapaq. F törəmə x bərabər olacaq. A plus 4 təbii ki, sabit ədəddə olacaq. 3x kvadratı, mən x kubunun bircə törəməsini tapıram. Vurulsun a plus 4. Çıxılsın. Burada da a kvadrat çıxılsın 16-da sabit bir ədəddir. X kvadratın törəməsi 2x vurulsun. A kvadrat çıxılsın 16. Yəni bu törəmə bu şəkilləri. Bu cüt funksiya olması üçün, bunun cüt funksiya olması üçün burada 2x itməlidir. Yəni normaldır 2x-in əmsalı 0 olmalıdır. 2x-in əmsalının 0 olması, yəni a kvadratının çıxılsın 16-nın 0 olması deməkdir. Buradan a kvadratı çıxılsın 16-nı 0-a bərabərləşdirəndə a-nın 2 dənə kökünü tapırıq. Müsbət mənfidir. Bizdən hansı müsbət qiyməti soruşduğuna görə doğru cavab
müsbət 4 olacaq. 91, 92, 92, 93 oxşar sualdır. Gəlin 93-ə baxaq. Əvvəlcə F1-i tapaq. F1 o demək ki, funksiyanın özündə apar x-i yenə bir görürsünüz. Olur 7 dənə kök altında 1. O deyilir 7. Daha sonra bunun törəməsini tapaq. Törəməsi olacaq hasilin törəməsi kimi. 3x plus 4-ün törəməsi kök altında x. Üzərinə gəlinsin 3x üstə gəl 4 vurulsun kök altında x-in törəməsi. Elir 3 dənə kök altında x. Üstünə gəl 3x plus 4 vurulsun 1 bölünsün 2 kök altı x. Burada da x-in yenə 1 qoysaq, yəni f törəmə 1 də hesablasaq, olur 3 üzərinə gəlinsin 3,5. Düzdürmü? Yəni 3 üstə gəl 3,5 elir 6,5. Bizdən indi bunların fərqini istədiyinə görə 7-dən də 6,5 çıxanda doğru cavab elir 0,5. 93-ə cavab 0,5-dir. 94-95 oxşar sualdır. Gəlin 95-ə baxaq. Və 95-ci sualda nədir? Sual 95. Fx funksiyası üçün gəlin bunun törəməsini yenə mən hasilin törəməsi kimi tapacağım. Yəni y üstü mənfi 3x vurulsun sinus 2x-in törəməsi. Üzərinə gəlinsin y üstü mənfi 3x-in törəməsi vurulsun sinus 2x. Y üstü mənfi 3x vurulsun sinus 2x-in törəməsi elir 2 kosinus 2x. Y üstü mənfi 3x-in törəməsi elir deməli mənfi 3 dənə y üstü mənfi 3x. Yəni mənfi 3 dənə y üstü mənfi 3x. Bir də vurulsun sinus 2x. Bizdən indi f törəmə 0 tapmaq lazımdır. Olacaq y üstü 0 1 vurulsun 2 kosinus 0. Bu da 0'a gedir. Sıxılsın 0. Doğru cavab nə edir burada? 2. Təbii ki, kosinus 0'da 1 alır. 1 vurulsun 2. Doğru cavab edir 2. 96-97 oxşar suallardır. 97-yə gəlin baxaq. Sual 97. Deməli, gəlin törəməsini tapaq. F törəmə x bərabər olacaq yenə hasilin törəməsi kimi. Y üstü x vurulsun kosinus x plus 1'in törəməsi vurulsun y üstü x'in törəməsi vurulsun kosinus x plus 1. Bu da bərabər olacaq y üstü x vurulsun kosinus x plus 1'in törəməsi mənfi sinus x eləyir. Üzərinə gəlinsin y üstü x vurulsun kosinus x plus 1. İndi x 0 nöqtəsindəki qiymətini istəyir. F törəmə 0-dakı qiyməti sinus 0-da 0 alır deyənə olacaq 0 üstünə gəl 1 vurulsun kosinus 0 üzərinə gəlinsin 1. Bu da elə neçə? 2. 97-də də doğru cavabımız 2 olur. 98-99 oxşar suallarda gəlin baxaq 99-a. Deyir ki, törəməsini tap. Törəməsini tapmaqdan ötürü yenə hasilin fərqin törəməsi kimi baxacağım. Yəni f törəmə x bərabər olacaq. Törəmə x bərabər olacaq. 2 kök altında x kvadratı üzərinə gəlinsin 7-nin törəməsi çıxılsın 18 bölək x-in törəməsi. Bu da bərabər olacaq. Olur 2 vurulsun 1 bölünsün 2 dənə kök altında x kvadratı üzərinə gəlinsin 7. Bir də vurulsun x kvadratı üzərinə gəl 7-nin törəməsi, yəni 2x çıxılsın. Burada da 18-i mötərizə xaricə çıxaranda 18 vurulsun 1 bölək x-in törəməsi eləyir. Buradan indi 2'lər xısar gedir, qalır 2x bölünsün kök altında x kvadratı üzərinə gəlinsin 7. Sıxılsın 18 vurulsun 1 bölək x üstü mənfi 1 kimi yazanda mənfi 1 gəlir qarşıya. Olur mənfi 1 vurulsun x üstü mənfi 2. İndi uşaqlar bizə nə istəyir? Bizdən f törəmi 3 istəyir. Aparı x-in 3 qoysaq 6 bölünsün 4. Üzərinə gəlinsin 18 vurulsun 1 bölək 9. 1,5 üstə gəl 2. Neçə eləyir? 3,5. Cavab 3,5'dir. 100-101 oxşar sualdır. Baxaq neçənci suala? 100 ilə 101 oxşar sualdırsa baxaq 101'ə. 101'də də uşaqlar oxşar sualdır. Yəni bunlara ayrı biz işləmiş. Hasilin törəməsi kimi baxırsınız. 102'ə baxaq. Sual 102. Vurub açaq əvvəlcə fx funksiyasını. Fx funksiyası bərabər olacaq x kvadratı. Üzərinə gəlinsin 3x, çıxılsın 2x, çıxılsın 6. Bu da bizə nəyi verir? X kvadratı üzərinə gəlinsin x, çıxılsın 6.
Əvvəl gəlin bunun törəməsini tapaq. Çox hədlidir. Olacaq 2x üstəgəl 1. İndi f törəmə 2-ni istədiyinə görə x-i yenə aparıb 2 qoyacaqsınız. Olacaq 5. Deməli 102-ci sualda doğru cavab 5 olur. 103-cü suala baxaq. Sual 103. Deyir ki, A parametri hansı qiymətini f törəmə 1 bərabər 14 bərabərliyi ödənir. F törəmə x əvəzə tapaq. Olur 6x üstünə gəl. Deməli 2a kvadrat burada sabit ərədi 2a kvadrat. İndi bizə deyir ki, f törəmə 1 bərabər olmalıdır 14. X-i yenə 1 qoyub bərabərləşdirək 14. 6 üstə gəl 2a kvadrat bərabər olur 14-ə. Buradan a kvadratı bərabər olur 4-ə. A-nın müsbət qiymətini istəyənə görə doğru cavab 2-dir. Deməli 103-cü sualda da doğru cavabımız nə olacaq? 2. 104-cü suala baxaq. Bunlar artıq, yəni bunların oxşarı yoxdur, hərəsindən bir dənədir. Gəlin əvvəlcə f törəmə x tapaq. F törəmə x bərabər olacaq cəmi törəməsi ayrı-ayrılıqda bunların törəmələrini baxacaq. Nə olacaq? Deməli, ln x kubu üzərinə gəl 2x-in törəməsi olacaq 1 bölünsün x kubu üzərinə gəlinsin 2x. Bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsi. Üzərinə gəlinsin 3-də 1 x-in törəməsi isə 3-də 1 eləyir də. 3-də 1. Bərabərdir. X kubu üzərinə gəlinsin 2x-in törəməsi eləyir 3x kvadratı üzərinə gəlinsin 2. Bölünsün x kubu üzərinə gəlinsin 2x. Bir də üzərinə gəl 3-də 1. Bizdən indi f törəmə 1-i tapmaq lazım olduğuna görə x-in yenə 1 qoysam 5 bölünsün 3. Üzərinə gəlinsin 3-də 1. Məxrəclər bərabər edənə sürətlərini toplayıb sürətdə yazsam 3-də 6 eləyir 2. 105-də doğru cavab olacaq neçə? 105 yox uşaqlar 104-ü yazdım mən. 104-də doğru cavab 2-dir. 105-ə elə indi baxırıq. Deməli 105. Törəməsi tapmalıyıq. Olacaq y üstü, yəni yazaq burada. F törəmə x bərabər olacaq. Y üstü 2x kvadrat üzərinə gəlinsin 3x. Vurulsun onu mürəkkəb edən hissənin törəməsi. 2x kvadrat üzərinə gəlinsin 3x-in törəməsi. Bu da olur y üstü 2x kvadratı üzərinə gəlinsin 3x. Vurulsun 4x üstə gəl 3. Yəni x-in yenə aparıb 0 qoyun. Olur 1 vur 3. 1 vur 3 də neçə eləyir? 3. Deməli 105-ci sualda doğru cavab 103-dür. 3. 106, 107 oxşardır. Gəlin 107-yə baxaq. 107. Törəməsini tapmalıyıq. Deməli, f törəmə x bərabər olacaq. Yəni törəmələr cəmi kimi baxacağam. 3 dənə y üstü x minus 1-in törəməsi olacaq. 3 dənə y üstü x minus 1 vurulsun x minus 1-in törəməsi. Yəni 1. X üstü 5-in törəməsi 5x üstü 4-dür. İndi f törəmə 1-i bizdən istədiyinə görə olacaq 3 dənə y üstü 0 vuraq 1 üstünə gəl 5 dənə 1 üstü 4. O deyilir 3 üstə gəl 1, 3 üstə gəl 5, yəni 8. 108-ci suala baxaq. Oxşar sualdır. Buna da ayrı yazmışıq, amma yenə də yazaq. F törəmə x bərabər olacaq. 4 vurulsun 1 bölünsün 2 kök altında 3x plus 1. Bir də vurulsun 3x plus 1-in törəməsi. Üstünə gəl 5x-in törəməsi 5 edir. Olur neçə? Deməli 12 bölək, yəni 6 bölək kök altında 3x plus 1 yaza bilərəm. Üzərinə gəlinsin 5. F törəmə 5-i istəyənə görə aparıb x-i yenə 5 qoyun. 6 bölək 4 üstə gəl 5. Neçə eləyirsə cavabı da yazacaqsınız. 109, 110 oxşardır. 110-cu suala baxaq. Deməli sual 110. Gəlin əvvəlcə bunun törəməsini tapaq. Y-in törəməsi bərabər olacaq. Nisbətin törəməsi necə eləyik? Sürətin törəməsi vurulsun məxrəc çıxılsın məxrəcin törəməsi vurulsun sürət bölünsün məxrəcin kvadratı. Yəni 2 çıxılsın y üstü x-in kvadratı. İndi y üstü x üstə gəl 2-nin törəməsi ilə y üstü x elir. Y üstü x vurulsun 2 çıxaq y üstü x. Çıxılsın 2 çıxaq y üstü x-in törəməsi nə eləyir? Elə eləyir mənfi y üstü x vurulsun y üstü x üstə gəl 2. Bölünsün məxrəcə də bunun kvadratı olacaq. 4 çıxaq 4 dənə y üstü x üstünə gəl y üstü 2x. Bizən deyir ki, x0 bərabərdir ln 3-dəki qiymətini tapın. Yəni burada x-in yerinə biz ln 3 yazmalıyıq. Olacaq y üstü
ln 3 çıxılsın 2 vurulsun y üstü ln 3, düzdürmü? Üstünə gəl olur da bu. Y üstü ln 3 vurulsun y üstü ln 3 üstə gəl 2 bölünsün 4 çıxaq 4 dənə y üstü ln 3 üstünə gəl y üstü 2 dənə ln 3. Düzdürmü? Y üstü ln 3 uşaqlar bizə 3'ü verir. 3'ü. 3 vurulsun 2 çıxaq 3. Üstünə gəl 3 vurulsun 3 plus 2 bölünsün 4 çıxaq 4 vur 3. Üstünə gəl 9. 3'ün kvadratını verir bu bizə bu dəfə. İndi bunu hesablayacaqsınız. Görə bizə nəyi verir? Mənfi 3 üstünə gəl. Mənfi 3'dən gəlinsin. 15 yox 15 hə 15 edir. Məxrəcə də olur. Deməli 4 çıxaq 12 mənfi 8 gəl 9 1. O da 12 edir. Doğru cavab 110'da 12. 111-ci sualda A-nın hansı ən kiçik tam qiymətində fx funksiyasının törəməsinin qrafikinin OX oxundan yuxarıda eləşdiyini bizdən soruşur. Bizə verilən fx funksiyası bu şəkildədir. Deməli sual 111. Fx funksiyası bizə 3a ln x üzərinə gəlinsin 1,5x'in kvadratı və çıxılsın 12x şəklində verilib. Bunun törəməsini əvvəlcə tapaq. F törəmə x bərabər olacaq. Cəm funksiyasıdır. Törəmələr cəmi kimi yazsaq 3a sabit bir ədəddir. ln x'in törəməsi 1 bölünsün x olur. Olur 3a vurulsun 1 bölü x. Üzərinə gəlinsin 1,5x kvadratının törəməsi 3x və çıxılsın 12x'in də x-ə görə törəməsi 12 olur. Bizdən istəyir ki, bu törəmənin qrafiki OX oxundan yuxarıda eləşsin. OX oxundan yuxarıda eləşməsi o deməkdir ki, yəni bunun aldığı qiymətlər həmişə müsbət olmalıdır. Mən bu törəmə x-i sıfırdan böyük götürəcəm. Sıfırdan böyük götürəcəm. Bərabərsizliyin hər iki tərəfini x-ə vursaq, olacaq 3x kvadratı üzərinə gəlinsin 3ax, 3a çıxılsın 12x böyük olmalıdır sıfırdan. Bunu bu şəkildə yazsaq 3x kvadratı çıxılsın 12x üzərinə gəlinsin 3a böyük olmalıdır sıfırdan. Bərabərsizliyin hər iki tərəfini 3'ə bölsəm x kvadratı çıxılsın 4x üzərinə gəlinsin a kvadrat üçəllisinin sıfırdan böyük olması lazımdır. Və biz bilirik ki, bunun həmişə sıfırdan böyük olması üçün diskriminantının sıfırdan kiçik olması lazımdır. Yəni 16 çıxılsın 4a ifadəsi sıfırdan kiçik olur. Buradan 4a böyük olur 16'dan, a da böyük olur 4'dən. Bizdən a-nın ala biləcəyi ən kiçik qiymət soruşulduğuna görə a-nın 4'dən böyük olub aldığı ən kiçik qiymət müsbət 5'ə bərabər olur. 111-ci sualda doğru cavab müsbət 5 olacaq. Növbəti 112-ci suala baxaq. Deməli, a-nın hansı qiymətində fx bərabərdir a vurulsun sinus kvadrat x funksiyası üçün f törəmə pi bölünsün 8 bərabərdir kök altında 2 olar. Əvvəlcə fx funksiyamızı yazaq. A vurulsun sinus kvadrat x-dir. Törəməsini tapsaq, a burada sabit bir ədəddir. A-nı olduğu kimi saxlayacağım. Sinus kvadratının törəməsi qüvvətdəki 2 gəlir qarşıya olur 2 sinus x və bir də vurulsun sinus x-in törəməsi. Bu da bərabər olacaq 2a sinus x vurulsun sinus x-in törəməsi bizə kosinus x-i verir. 2a sinus x kosinus x. Buradan 2 sinus x kosinus x ifadəsi bizə sinus 2x verir. Olur a vurulsun sinus 2x. İndi bizdən istəyir ki, törəməsində x-in yerinə pi bölünsün 8 qoyanda bu funksiya kökdə 2'ə bərabər olsun. Ona görə yazacağım a vurulsun sinus 2 vurulsun pi bölünsün 8 bərabər olmalıdır kök altında 2'yə. A vurulsun sinus pi bölünsün 4. Sinus pi bölünsün 4'də kök 2 bölünsün 2 alır. Bərabər olur kökdə 2'yə. Buradan a-nı tapsaq kök altda 2'ni bölməliyəm kök altda 2 bölü 2'yə. O da olur kökdə 2 vurulsun 2 bölünsün kökdə 2. Kökdə 2'ləri ixtisar aparandan sonra cavab olur 2. Deməli 112-ci sualda doğru cavabımız 2'yə bərabər olur. Növbəti 113-cü suala baxaq. 113-cü sualda yenə bizə belə bir fx funksiyası verilib. Deyir ki, bu funksiyanın törəməsinin x0 bərabərdir 2'də 1 nöqtəsində qiymətini hesablayır. Deməli, bu şəkildədir fx funksiyamız. Mənfi 1 bölünsün x çıxılsın
mənfi 1 bölünsün 2x kvadratı, çıxılsın 1 bölünsün 3x kubu və çıxılsın nöqtələr sonuncu 1 bölünsün 9x üstü 9-dur. Burada uşaqlar mən mənfini mötərizə xaricinə çıxarsam olacaq mənfi mötərizədə 1 bölü x üzərinə gəlinsin 1 bölünsün 2x kvadratı, üzərinə gəlinsin 1 bölünsün 3x-in kubu, üzərinə gəlinsin nöqtələr və sonuncu da olacaq 1 bölünsün 9x üstü 9. Bizim fx funksiyamız bu şəkildədir və biz bunun törəməsini tapmalıyıq. Düzdürmü? Buradan bərabər olacaq. Buradan bərabər olacaq. Mən bunu belə yazacağam. Mənfi mötərizədə x üstü mənfi 1 üstünə gəl 2-də 1 x üstü mənfi 2 üstünə gəl 3-də 1 x üstü mənfi 3 və üzərinə gəl nöqtələr sonuncu da 9-da 1 x üstü mənfi 9 olacaq. Buradan bərabər olur. İndi artıq bunun törəməsini tapa bilərik. Olacaq f törəmə x bərabər olacaq. Mənfi qarşıda təbii ki qalacaq. X üstü mənfi 1-in törəməsi bizə nəyi verir? X üstü mənfi 1-in törəməsi mənfi 1 qarşıya gələcək və qüvvətdən 1 əksik olacaq. Mənfi x üstü mənfi 2 üzərinə gəlinsin. 2-də 1 x üstü mənfi 2-nin törəməsi isə olacaq, yəni çıxılsın, bu şəkildə olacaq, çıxılsın, mənfi 2 gəlir qarşıya, olacaq mənfi x üstü qüvvətdən 1 əksi mənfi 3, çıxılsın mənfi x üstü mənfi 4 və nöqtələr sonuncu da olacaq çıxılsın x üstü mənfi 10. Bu şəkildə olacaq. Bu da bərabərdir. Mən bir dəfə də mənfini qarşıya çıxarsam artıq olur müsbət x üstü mənfi 2, üzərinə gəlinsin x üstü mənfi 3, üzərinə gəlinsin x üstü 4, x üstü mənfi 4, üzərinə gəlinsin nöqtələr x üstü mənfi 10. Bu da bərabər olur. İndi buradan olur 1 bölünsün x kvadratı, üzərinə gəlinsin 1 bölünsün x üstü 3, üzərinə gəlinsin 1 bölünsün x üstü 4, üzərinə gəlinsin nöqtələr 1 bölünsün, sonucu da x üstü 10 olacaq. Bizdən indi bu törəmənin 2-də 1 nöqtəsindəki qiymətini tapmaq tələb olunurdu. X-in yerinə 2-də 1 qoysam, bu bizə verəcək nəyi? 4, üzərinə gəlinsin, burada olur 8, üzərinə gəlinsin, burada olur 16, üzərinə gəl, növbəti olacaq 32, üzərinə gəl, sonuncu da olacaq nə? 1024. Bu cəmi hesablasaq, təbii ki, bu həndəsi silsilədir. Həndəsi silsilənin ilkin həddinin cəmi S-in bərabər olur. B1 vurulsun Q üstü N minus 1 bölünsün Q minus 1. Bax bu şəkildə. İndi bizim birinci həddimiz 4'dür. 4 vurulsun. Q'müz silsilə vuruğumuz 2'dir. 2 üstü. Neçə dənə burada hədd var? 9 dənə həddimiz var. Düzdürmü? 2-dən 10'a kimi 9 dənə həddimiz var. 2 üstü 9 minus 1 bölünsün 2 minus 1. Bu da olur 4 vurulsun. 2 üstü 9 bizə verir 512'ni. 512'dən də 1 çıxanda 511. 511'in də 4'ə hasili 2044. Deməli 113-cü sualda doğru cavab 2044 olacaq. 114-cü suala baxaq. Deməli bizə fx və gx funksiyaları verilib. Deyir ki f törəmə x vurulsun gx üzərinə gəl fx vurulsun gx ifadəsinin qiymətini tapın. Yəni bizdən uşaqlar fx vurulsun gx-in törəməsini istəyirdi. Hasilin törəməsini biz necə tapırdıq? Birincinin törəməsi vur ikinci, üzərinə gəlinsin ikincinin törəməsi vur birinci. Tangens x-in kotangens x-ə hasili bizə 1'i verdiyinə görə sabitin də törəməsi nə olur? Sabitin törəməsi 0'a bərabər olur. Ona görə 114'də doğru cavabımız 0 olacaq. 115-ci suala baxaq. Uyğunluğu müəyyən edin sualıdır. Birinci variantda bizə fx funksiyasının sinus x, ikinci variantda fx funksiyasının kosinus x və üçüncü variantda fx funksiyasının tangens x olduğu verilib və bunlara uyğun variantları biz müəyyənləşdirməliyik. Burada görək 1'ə hansılar uyğundur? Fx funksiyası sinus x-dirsə, onun törəməsi təbii ki bizə nəyi verəcək? Sinus x-in törəməsi kosinus x-dir. Yəni f törəmə x bərabər olacaq kosinus x-ə. Burada C variantında yazıb ki, törəmədə x-in yerinə pi bölünsün 3 yazanda 2'də 1 verir. Bəli, bu 1'ə uyğundur. Çünki kosinus 60 dərəcədə 2'də 1'ə bərabərdir. Ona görə 1'ə uyğun olacaq C variantı. 1'ə uyğun olacaq C variantı. Sonra törəmədə x-in yerinə 7 pi bölünsün 6 yazanda bu nə deməkdir? 210 dərəcədə. 210'da da kosinus
mənfi kökdə 3 bölünsün 2 alır. Ona görə y variantı da 1-ə uyğun olacaq. İkinci variantda isə bizə fx funksiyasının kosinus x olduğu verilib. Yəni fx funksiyamız kosinus x funksiyasıdır. Bunun törəməsi, yəni f törəmə x bizə mənfi sinus x-i verir. Düzdürmü? Mənfi sinus x-i verir. Deyir ki, funksiya cütdür. Bu 2-yə uyğundur. Elə 2-yə uyğun olacaq B variantı. Daha sonra f 2 pi bölünsün 3 bərabərdir mənfi 2-də 1-dir. Bu da 2-yə uyğundur. Yəni funksiyanın özündə x-in yerinə 120 dərəcə qoyanda mənfi 2-də 1 olur. 2-yə B-də uyğun olur. 3-ə də uyğun olacaq A variantı. Tangent x funksiyasının təyin olmasıdır. X-in pi bölünsün 2 plus pi k-dan fərqli olduğu qiymətlərdir. 116-cı sualda da uyğunluq sualıdır. Gəlin bunu da yazaq. Oxşar suallardan birini yazacağım. 116-cı sualda birinci funksiyamız fx funksiyası x üstü 5-dir. Törəməsi nəyə bərabər olacaq? 5x üstü 4 olacaq. Buna uyğun olan variant hansıdır? A variantıdır. Daha sonra ikinci variantdakı funksiyamız fx funksiyası sinus 5x funksiyasıdır. Bunun törəməsi isə bərabər olacaq nəyə? 5 sinus 5x, daha doğrusu 5 kosinus 5x. Sinus 5x funksiyasının törəməsi kosinus 5x verir. 5 kosinus 5x olacaq. 2-yə uyğundur B variantı. Üçüncü funksiyamız y üstü x kvadratı funksiyasıdır. Y üstü x kvadratı funksiyasıdır. Bunun törəməsi isə, yəni f törəmə x bərabər olacaq. Y üstü x kvadratı vurulsun x kvadratının törəməsi. Mürəkkəb funksiyanın törəməsi bu şəkildə tapılır. Olur 2x y üstü x kvadratı. Hansı variant? D variantı da 3-ə uyğun olur. 117 də oxşar sualdır. Baxaq növbəti 118-ci suala. Trigonometrik funksiyaların törəmələrinin tapılması ilə bağlı uyğunlaşdırma sualıdır. Deməli, tangent 4x-in törəməsi. Gəlin aşağıdan yazaq. Sual 118. Sual 118. Birinci funksiyamız fx funksiyası bizə verilib ki, tangent 4x-dir. Tangent 4x-in törəməsi uşaqlar, deməli, bizə nəyi verir? 1 bölünsün kosinus kvadrat x-i verir. Sadəcə burada nə var? Mürəkkəb funksiya olduğuna görə bunu vurmalıyıq bir də onu mürəkkəb edən hissənin törəməsini. Yəni 1 bölünsün kosinus kvadratı 4x vurulsun onu mürəkkəb edən hissədə 4x-in törəməsi, yəni 4-ə. Buna uyğun olan variant olacaq C variantı. Yəni 1-ə uyğun olacaq C. Daha sonra ikincisiyə baxsaq, ikinci funksiyamız sinus 4x funksiyasıdır. Sinus 4x funksiyasının törəməsini tapsaq, f törəmə x bərabər olacaq nəyə? 4 kosinus 4x. 4 kosinus 4x. A variantı da 2-yə uyğundur. Üçüncüyə baxsaq, üçüncü funksiyamız fx funksiyası kotangent 4x-dir. Kotangent 4x funksiyasının törəməsi isə mənfi 1 bölünsün sinus kvadratı 4x-dir. Bunun törəməsi olacaq mənfi 4 bölünsün sinus kvadratı 4x. Görək buna uyğun olan variant hansıdır? E variantı. 3-ə də uyğun olur. E variantı. 119 da oxşar sualdır. Baxaq 120-ci suala. Uyğunluq sualıdır yenə. Burada hər bir funksiyanın törəməsini tapıb və ona uyğun olan variantı müəyyənləşdirməliyik. Birinci funksiyanın törəməsini mən birbaşa tapacağam. F törəmə x bərabər olacaq 2x üzərinə gəlinsin 6. İkinci funksiyanın törəməsi olacaq 3x kvadrat üzərinə gəlinsin 3x vurulsun 3 üstü x-in törəməsi bizə 3 üstü x vurulsun elən 3-ü verir. Daha sonra üçüncü funksiyamızın törəməsi 2 kosinus x üzərinə gəlinsin 5-dir. İndi görək buna uyğun olan variantlar hansılardır? Bir də törəmədə x-in yerinə 0 qoyanda 6-nı verir. A variantı buna uyğundur. Törəmədə x-in yerinə 0 qoyanda 7-ni verir. Bu 3-ə uyğundur. 3-ə B variantı. Daha sonra f törəmədə x-in yerinə 0 qoyanda elən 3-ü verir. Bu 2-yə uyğundur. C variantı. Daha sonra A, C, B variantları yazmışıq artıq. A, C, B variantları yazmışıq. Qalır D və Y variantları. Törəmədə x-in yerinə 1 qoyanda 8 verir. Bu yenə 1-ə uyğundur. Və f törəmədə x-in yerinə 1 qoyanda 6 elən 3 verir. Görək bu hansıdır? Belə bir variant hansının nasıl uyğundurmu? Xeyr, bu heç birinə uyğun deyil. 1-ə A, D, 2-yə C və 3-ə də B variantı uyğun olacaq. Növbəti 121-ci sualda oxşar sualdır. Baxaq 122-ci sual. Fx funksiyasının törəməsi üçün uyğunluğu müəyyən edin. Deməli, sual 122. Birinci variantda bizə fx funksiyası verilib. Loqaritm 2 əsasından x, loqaritm 2 əsasından x bölünsün loqaritm
2 əsasından y. Biz bunların nisbətlərini tapmalıyıq. Yəni bu funksiyanın törəməsini tapmalıyıq. Loqaritm 2 əsasdan x bölünsün loqaritm 2 əsasdan y-nin törəməsi. Burada uşaqlar mən bunun nisbətinin törəməsi kimi tapsam, yəni bunun törəməsini f törəmə x bərabər olacaq. Loqaritm 2 əsasdan x-in törəməsi vurulsun loqaritm 2 əsasdan y çıxılsın loqaritm 2 əsasdan y-nin törəməsi vurulsun loqaritm 2 əsasdan x. Və bölünsün nə olacaq? Bölünsün loqaritm 2 əsasdan y-nin kvadratı. Düzdürmü? Nisbətin törəməsi bu şəkildə tapılırdı da. Bu şəkildə tapılır. Burada uşaqlar loqaritm 2 əsasdan y sabit ədəd kimi də baxa bilərdik biz. Gəlin elə yazaq görək. Loqaritm 2 əsasdan y təbii ki sabit bir ədəddir. Onu sabit kimi qarşıda yazsam olacaq 1 bölünsün loqaritm 2 əsasdan y vurulsun loqaritm 2 əsasdan x-in törəməsini tapmalıyıq. Olacaq 1 bölünsün loqaritm 2 əsasdan y vurulsun loqaritm 2 əsasdan x-in törəməsini necə tapılır? Loqaritm 2 əsasdan x-in törəməsi deməli ümumiyyətlə loqaritm a əsasdan b-nin törəməsi bərabər olur 1 bölünsün LC a vurulsun b-nin törəməsi. Vurulsun b-nin törəməsi. Bax bu şəkildə tapılır. İndi burada da loqaritm 2 əsasdan x-in törəməsi olacaq. Yəni LC b-nin törəməsi, x-in törəməsi 1 bölünsün nə olacaq? LC a, yəni LC 2. Düzdürmü? LC 2. Bu şəkildə yaza bilərik. İndi bir buranı silək. Loqaritm a əsasdan b-nin törəməsi 1 bölünsün LC a vurulsun b-nin törəməsi. Bərabər olur buradan 1 bölünsün loqaritm 2 əsasından y vurulsun LC 2. İndi burada uşaqlar biz LC 2 yox ln 2 olacaq. Törəməni burada düzəldək. Loqaritm a əsasdan b-nin törəməsi indi yazacağım onu 2 dəfə olacaq. ln 2 bir də vurulsun x olur. Bir də vurulsun x. Yəni burada x vurulsun ln 2 olacaq. İndi buradan uşaqlar loqaritm 2 əsasdan y ilə ln 2-nin hasili bizə 1 verir. Olur 1 bölünsün x. Yəni birinci funksiyamızın törəməsi 1 bölünsün x-dir. Buna uyğun olan variant hansıdır? B variantıdır. 122-də 1-ə uyğun olur B variantı. Daha sonra ikinci funksiyamızın törəməsini tapaq. İkinci funksiya bizə verilib bu şəkildə. Fx funksiyası loqaritm 2 əsasından x, loqaritm 2 əsasından x bölünsün loqaritm 2 əsasından 10'dur. Loqaritm 2 əsasından 10'u işimiz yoxdur. Bunu sabit bir ədəd kimi yazacağım. Olacaq 1 bölünsün loqaritm 2 əsasından 10. 1 bölünsün loqaritm 2 əsasdan 10 vurulsun loqaritm 2 əsasdan x-in törəməsi. Bu da olur nə? Deməli 1 bölünsün loqaritm 2 əsasdan 10 vurulsun loqaritm 2 əsasdan x-in törəməsi 1 bölünsün ln 2 vurulsun x olacaq. Bu şəkildə. İndi bunu biraz sadələşdirsək olacaq nə? Loqaritm 2 əsasdan 10 ilə ln 2-nin hasili bizə təbii ki ln 10'u verir. Olacaq 1 bölünsün x vurulsun ln 10. Hansı variantdır? Y variantı. 2'ye də uyğun olur y variantı. Üçüncü funksiyamızdan törəməsini tapsaq, loqaritm 2 əsasdan y orada sabit bir ədəddir. Ona görə loqaritm 2 əsasdan y-ni mən olduğu kimi saxlayacağım. 200x-in törəməsi 200x vurulsun ln 2'dir. Bu şəkildə yazacağım. Daha sonra bu bərabər olacaq nəyə? Loqaritm 2 əsasdan y-ni saxladıq. Bərabər olacaq. Bu bərabər olur. 200x-in törəməsi belə tapılırdı. 200x vurulsun ln 2. İndi mən bunu belə yazacağım. Loqaritm 2 əsasdan y vurulsun 200x vurulsun. Bunu da loqaritm y əsasdan 2 kimi yazacağım. Bu şəkildə yazmaq olur. Düzdürmü? Buradan loqaritm 2 əsasdan y ilə loqaritm y əsasdan 2'nin hasili bizə 1 verir. Olur 200x. Hansı variantı? D variantı da 3'ə uyğun olacaq. 123-cü sualda oxşar sualdır. Baxaq ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Başlayaq 124-cü sualda. Deməli 124-cü sualda bizə fx və gx funksiyaları verilib. Fx funksiyası kosinus x-ə bərabərdir. Gx funksiyası da 2x-ə bərabərdir. Bizdən istəyir ki f gx-in
törəməsi bölünsün j fx-in törəməsi. Bax, belə. Bunu tamam. Uşaqlar, f(j)(x) mürəkkəb funksiyadır. Yəni, f(j)(x) o deməkdir ki, əvvəlcə f(j)(x) funksiyasını tapaq. f(j)(x) funksiyası o deməkdir ki, yəni mən fx funksiyasında x-in yerinə j(x) yazacam. Olacaq nə? Kosinus 2x. Təbii ki, f(j)(x) funksiyasının törəməsi də bizə verəcək kosinus 2x-in törəməsi nədir? Mənfi 2 sinus 2x, düzdürmü? Mənfi 2 sinus 2x. Bu oldu belə. J fx funksiyası o deməkdir ki, mən jx funksiyasında x-in yerinə kosinus x yazacağım. Olacaq 2 kosinus x. 2 kosinus x-in törəməsi mənfi 2 sinus x verir bizə. İndi biz bunların nisbətlərini tapmalıyıq. Yəni, sürətdə yazacağım mənfi 2 sinus 2x-in yerinə yazacağım 2 sinus x kosinus x bölünsün. Məxrəcdə də olur nə? Mənfi 2 sinus x. Burada mənfi 2-ləri və sinus x-ləri ixtisar aparandan sonra qalır 2 kosinus x. Doğru cavabımız 2 kosinus x olacaq 124-cü sualda. 125-ci suala baxaq. Deyir ki, 125-də x-in hansı müsbət qiymətində funksiyanın törəməsinin qiyməti 31-ə bərabər olar. Gəlin bunun törəməsini tapaq. F törəmə x bərabər olacaq 3 vurulsun 2x minus 1-in kvadratı vurulsun 2x minus 1-in törəməsi 2 üzərinə gəlinsin 7. Olur 6 vurulsun 2x minus 1-in kvadratı üzərinə gəlinsin 7. Bu bərabər olmalıdır 31-ə. Buradan alırıq ki 6 vurulsun 2x minus 1-in kvadratı 24 olmalıdır. 2x minus 1-in kvadratının 4-ə bərabər olduğunu alırıq. Kvadratı 4-ə bərabər olana qədər 2 dənə ədədimiz var. Müsbət 2 və mənfi 2-dir. Sualın şərtində bizdən müsbət soruşduğuna görə müsbət 2-yə bərabərləşdirirəm. 2x buradan bərabər olur 3-ə, x-ə bərabər olur 1.5-ə. Deməli 125-ci sualda doğru cavab 1.5-dir. 127-ci sualda oxşar sualdır. Buna da baxmışıq. Baxaq, 128 oxşardır. 129-a baxaq. Deyir ki, 129-a nə deyir? Yazıb ki, fx funksiyası üçün deməli, f törəmə 7 pi bölünsün 12 4-dür. F törəmə 3 pi bölünsün 4-də 2-dir. A və B əmsalları üçün A bölünsün B nisbətini tapın. Əvvəlcə uşaqlar f törəmə x tapaq. F törəmə x. A sinus 4x-in törəməsi təbii ki, nəyə bərabər olacaq? 4a kosinus 4x. Düzdürmü? Üstünə gəl. B kosinus 2x-in törəməsi olacaq mənfi 2b sinus 2x. İndi bizə nə deyir? Deyir ki, törəmədə x-in yerinə 7 pi bölünsün 12 yazanda 4-ə bərabər olur. Bir sistem təhliki alaram burada. 4a vurulsun kosinus 4x. X-in yerinə 7 pi bölünsün 2 yazanda olur. Kosinus 7 pi bölünsün 3. Sıxılsın 2b sinus 7 pi bölünsün 6 bərabər olmalıdır 4-ə. Törəmədə x-in yerinə 3 pi bölünsün 4 yazanda isə 2-yə bərabər olur. Yəni 4a vurulsun kosinus 3 pi çıxılsın 2b sinus 3 pi bölünsün 2 bərabər olmalıdır 2-yə. İndi bu sistem təlini həll edib a-nın b-yə nisbətini tapmış olarıq. İndi burada uşaqlar qiymətləri hesablasaq olacaq 4a vurulsun kosinus 7 pi bölünsün üstə deməkdir. Yəni bunu 2 pi üzərinə gəlinsin pi bölünsün 3 kimi yazanda 2 pi üzərinə gəlinsin pi bölünsün 3 kimi yazanda olur kosinus pi bölünsün 3. Çıxılsın 2b sinus bunu da pi üzərinə gəlinsin pi bölünsün 6 kimi yazanda pi üzərinə gəlinsin pi 3-cü rübə düşür olur üzərinə gəl 2b sinus pi bölünsün 6 bərabər olmalıdır müsbət 4-ə. Aşağıda olacaq 4a. Bunu da elə mən kosinus pi kimi yaza bilərəm. Kosinus pi çıxılsın 2b sinus 3 pi bölünsün 2. Bu bərabər olur 2-yə. İndi buradan hesablasaq kosinusun sinusun qiymətini olacaq 4a vurulsun. Kosinus 60 sinus 30'dur. 2'də 1 alır. 4a vurulsun 2'də 1. Üzərinə gəlinsin 2b vurulsun sinus 30 2'də 1 alır. Bərabər olmalıdır 4'ə. Aşağıda da olur 4a üzərinə gəlinsin 2b bərabər olmalıdır 2'yə. İndi son olaraq buradan yazacağım ki 2a üzərinə gəlinsin b bərabərdirsə 4'ə. 4a üzərinə gəlinsin 2b də 2'yə bərabərdir. Yuxarıdakı bərabərliyin hər iki tərəfini 2'yə vuranda olur deməli. İndi a-nı və ya b-ni tapaq.
Yuxarını 2-yə vuranda olur 4A üstünə gəl 2B bərabərdir. Burada biz kosinus pini -4, -1 olur. -4A üzərinə gəlinsin 2B bərabər olur 2-yə. Yuxarıdakı bərabərliyin hər iki tərəfini 2-yə vurub aşağıdakından toplayanda olur 4B bərabər olur 10-a. B də bərabər olur nəyə? Deməli 2-yə vurdum, topladım. 2,5-ə. B-ni 2,5 tapandan sonra A-nı tapmaq olur. 4-dən çıxır 2,5, 1,5 böləndə 0,75. İndi bizə nə istəyir? Bizdən A bölünsün B nisbətini istəyir. Yəni, mən 4-də 3-ü vuracam nəyə? Böləcəm 4-də 10-a. 4-də 3-ü də 4-də 10-a böləndə olur 0,3. Doğru cavab 129-da 0,3. 130-cu sualda baxaq. 130-cu suala. F törəm x tapaq. F törəm x bərabər olacaq. A vurulsun. Ln sinus x-in törəməsi olur kotangens x. Kotangens x. Üzərinə gəlinsin B vurulsun. Ln kosinus x-in də törəməsi 1 bölünsün kosinus x vurulsun kosinus x-in törəməsi. Mənfi tangens x. Mənfi tangens x olur. Buradan olur A kotangens x çıxılsın B tangens x. Bizə deyir ki, törəmədə x-in yenə pi bölünsün 4 yazanda 5-ə bərabər olur. Yəni, A çıxılsın B fərqi ilə bərabər olur nəyə? Çünki pi bölünsün 4 hər ikisi 1 alır. A minus B fərqi ilə bərabər olur 5-ə. Doğru cavab 5-dir. 131-ci suala baxaq. Sonuncu 131-ci suala. Burada K-nın hansı qiymətində funksiyanın törəməsinin ən böyük qiyməti 22-ə bərabərdir. Əvvəlcə gəlin fx funksiyasının törəməsini tapaq. F törəmə x bərabər olacaq. 5 kosinus olur 10 kosinus 3x minus 2. Bir də vurulsun bunu mürəkkəb edən hissənin törəməsinə. Kosinus 3x minus 2-nin törəməsi. Yəni, mənfi sinus 3x minus 2 bir də vurulsun nə? Bunu mürəkkəb edən hissənin törəməsi. Bu özü də mürəkkəb bir funksiyadır. Bunu mürəkkəb edən hissənin törəməsi də vurulsun 3 olur. Üzərinə gəlinsin bir də k. Yəni aşağıdan yazıram. Olacaq mənfi 30 kosinus 3x minus 2 vurulsun sinus 3x minus 2 üzərinə gəlinsin k. Bunda uşaqlar mən mənfi 15 sinus 2x kimi, yəni 6x minus 4 kimi yazanda üzərinə gəlinsin k. Bunun ən böyük qiyməti deyir ki, 22-ə bərabər olar. K-nın hansı qiymətində ən böyük qiyməti bunun 22-ə bərabər olar. Təbii ki, ən böyük qiyməti tapmaq üçün burada sinus 6x minus 4-ün yerinə bu ifadənin əvvəlcə ən böyük olması lazımdır. Bu da sinus 6x minus 4-ün mənfi 1-ə bərabər olduğu qiymətdir. 15 üzərinə gəlinsin k bərabər olur 22-yə, k da bərabər olur müsbət 7-yə. Doğru cavab müsbət 7. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.